Bismillahirrahmanirrahim. Ulu Allah'a min mərtəbə şükür olsun ki, bir daha ömür verdi və bir daha biz bu günü təcrübə elədik və bu günü yeni bir Türk dünyasına, Türk mədəniyyətinə, Türk varlığına, Türk uyğarlığına şizə vurub onun içində olan murvaritlərlə, o lölülərlə, mərcanlarla, o qızıllarla, gümüşlərlə tanış olacağıq və özümüzə, mən özümü deyirəm, özümüzə bir milli düşüncə qazanmağa cəhd eləyəcəyik, çalışacağıq. Elə bu sözlərlə uzatmayayım və gedək görək ki, bugünkü şansımıza hangi kitab çıxır. Bildiyiniz kimi bir həftədən çox, bəlkə 2 həftə öncə 170-dən də çox kitab indirmişik. Onları başlamışıq oxumağa. Bir 7-8-ə gələr ömür olsa, hər gün belə fürsət eləyə bilsək, imkanımız olsa oxusaq 7-8 ay sürəcəkdir. Dünənləri İrşadi adlı bir kitab, İrşad Əş'ari adlı bir kitab oxuduq ki, şeirlər yazılmışdı və çox belə dərin mənalı şeirlər. Mən siyasi düşüncələr alırdım, amma hərə öz təxəssüsü, təcrübəsi, elmi, ağlı qədər oradan fayda götürə bilər. Beləliklə, bugünkü kitab Əbulxeyr Nəsihətnaməsi Mənzum. Bunu tarix də qoyublar üstündə, çox cəlibdir. Bunu açaq görək ki, bu günləri bizi hara seyr-i səfərə aparır. Əvvəl kitabın yazıblar ki, 1163-cü ildə bu kitab yazılıbdır. 1447-ci ildir, yox, ondan çıxaq 1163, görək neçə il. Bu kitab 283 il bundan öncə yazılıbdır. Yəni o zaman ki, hələ Hindistanda türklər hakimiyyətdədirlər. Görək ki, bu kitab nədir yazılıbdır. Burada kitab Everest, nə mənə? Bir dənə də bir bilim 282. Aşağıda Süleymaniye Kütüphanəsi, bu İstanbulda qalır. Bu kitabı biraz qıssaldaq PDF-də, səhifəmizdə görsünsün. Buna bir baxaq, sonra görək ki, nə cür olur. Gördüyünüz kimi kitab həm cildi açanda görürük ki, kamilən cırılıb ortadan. Orta dediyimiz yaz Şirazə deyirlər. Cild ilə o bağlanan yer şey olubdur. Hətta bunu zahirən sirişumla zadına da çalışıblar, yapışdırarlar. Yenə də qopubdur. Yeri bəllidir burada. Sirişum yeri bəllidir. Və su gəlibdir bunun kitabın içinə. Cildi də burada bu təlisdən də bəllidir. Orada çox sədəmə görübdür. Bu səfədə də yenə həmin, hətta kitabların o ucunda, ağzında, kitabın ağzında belə görürük ki, su yerləri də qalıbdır və onu əpridibdir. Su ortasına kitabında çox gəlibdir. Hər yerinə əslində gəlibdir, amma kitabın öz ortasına gəlməyib. Allaha şükür olsun. Yazar bu səfədə gördüyümüz ki, 2 dana hər səfədə belə gəlsə, görək o birisi səfədə belədir, zahirən bəli, tamam səfələr belədir. Yazar ya yazarlar gətiriblər kitabın 2 səfəsinə bir dana böyük kadr salıblar. Bu 2 kadrın içində 2 dana pəncərə açıblar. Hər səfədə bir pəncərə. Yəni bir dana elə bir ev düzəldiblər, 2 səfədən ibarətdir. Onun dövrəsində qırmızı xətt ilə bir mürəbbə çəkiblər. O mürəbbənin içində 2 dana pəncərə düzəldiblər, kadrı açıblar, çərçivə açıblar, o çərçivənin içində yazıları yazıblar. Yazılar çox gözəl xətt ilə yazılınıbdır. Türkcəsi və ərəbcəsi hər ikisi də standart olub, səslər standart olubdur. Yəni əlifba ki
bir nəxşədirlər. O nəxşələrin üstünə, o nəqqaşilərin üstünə səsləri mindiriblər. Altında ya üstündə fərq eləməz. Onunla belə biz bu kəlmələri doğru oxuya bilək, doğru səsini çıxada bilək və doğru anlaya bilək deyə bizə çox böyük köməklik olar. Bəzi kəlmələri, ərəbləri xüsusən nəzərə gəlir ki, əlbəttə ərəb olmayanlar da zahirən qırmızıca yaza bilir. Amma dediyim kimi səs qoyubdur hamısının üstünə. Hər sətrdə bəllidir, hər səhifədə 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12. 6 beytidən ibarət 12 misrə yazıbdır. Belə görünür. Hər səhifə. Baxırıq, görürük ki, çox gözəl bir xəttdən ibarətdir və niyə gözəldir? Çünki savadsız olan insan mənə tayi, insaf əli hidayətə tayi eləyə bilir bu kitabı, oxusun. Umaram ki, bu kitabı %100 oxuya bilək. Çünki kəlmələr çox da yekə yazılıbdır və bu yekə yazılmağı onu oxumalı. Elə bilər, əlbəttə kəlmələr bir-birinə çox dib-dibə yazılıblar. Yəni elə yazılıblar ki, demək olar ki, bir kəlmə hesab eləyə bilərik cümləni, misrəyi. Çox bir ali kağızda da yazılmışmış. Çox gözəl bir kağızda da yazılmışmış. Hətta elə mənə gəlir ki, bəlkə müqəvva kimi bir kağızmış. Amma nə deyirlər? Burada da o lazimi din mübin şayət də əvvəl ola. Bu da qırmızı yazılıb. Burada da bir tarix yazıblar ya bir ədəd cəm eləyiblər. 1271, ondan çıxıblar 1162, olubdur 208 il bundan qabaq. Yəni 1271-də bu kitabı bir nəfər alıb əlinə, ya alıbdır, ya alıb əlinə. Kitabın yazılmaq tarixi ki, zahirən 1162-dir, burada 63 yazılıbdır. Ondan 208 çıxıbdır. Niyə çıxıb? Yox, çıxıb bunları bir-birindən olub 208 il. Nədən isə biz də bunu 284-cü il keçir. Yəni bu adam bizdən bir hərdaysa 66 il öncə bu kitaba baxıbdır. Bəllidir, bu kitab çox hər fəslin bərabər açıqdır və orada bir şeylər yazıb, amma bu nəsihətnamə görək nə cür bir şeydir. Mən biraz bunu sürətlə əgər baxsam, beləsi baxsaq, bu sürətlə qədim üçün nömrə qoymurdular səhifələrə. Hər səhifənin aşağısında görsəz bir nəfsi, bu sağdakı səhifədə ya soldakı səhifədə yazır ki, sonuncu səhifə nə olacaq? Məmulən sağdakında yazır, soldakında nə olacaq? Çünki cırılsa bunlar bir-birindən ayrıla bilərlər. O ayrılmağı tapmaq üçün o cür bir sistem düzəldiblər, qədim kitabları şey eləmək üçün. Çox gözəl bir xətt ilə yazılıbdır və buradan ki görünür, hamısında da səsləri hərflərə mindiribdir. Çox axirlərə yetişdik. Bir şey qalmadı. Görək ki, burada kitabın o arası ki, gərək görsənir. Dostlar olar ki, YouTube-da baxırlar. Ora o kitabın cırılmaq şeyidir. Burada kitabın sonunda tarixi qoyub 1163. Sonra da onu da elə bir ki, yazıbdır. Amma aşağısını elə bir ki, bunu başqa bir adam yazıb. Çünki buna bir təmamşüd yazıbdır. Yəni Farsiyə təmamşüd, Farsca təmamşüd yazıbdır. Qeydək əvvəldən görək kitabın qonusu nədir və bu qonu haqqında ki, nəsihətnamədir, nə oxuya bilirik. Onu bir oxumağa. Nəbi Əfəndi Məxdum Möhtərəmi. Nəbi ehtimələn Nabi yazıbdır. Ehtimələn elə Nəbidir adı. Nabi Əfəndi Məxdumi. Onun qızı ehtimalə ya xanımısı qızı olacaqdır. Nəbi Əfəndi Məxdumi Möhtərəmi Əbulxeyr Səlləməhullah. O zaman bu diriymiş.
Əbulxeyr. Ya bu hər kəs imiş. Bu ehtimalən oğlu. Burada üçün Əbulxeyr yazıbdır. Ehtimalən məxdum dediği, yəni oğlu. Əbulxeyr səlləməhullah onun diriymiş üçün qalıb nəzmə səbk eylədikləri nəsihətnamədir. O bir şeydə bu Tabi Əfəndinin oğlu Əbulxeyr ləqəbli künyəli bu adam bir nəsihətnamə yazıbdır. Qalıbı nədir? Qalibi nəzmə səbk eylədikləri. Qalıba salıbdır. Qalıbı nədir? Nəzmidir. Tamam. Bismillahirrahmanirrahim. Həmd ol Allah-ı əzimüşşənə mübdi-i daire-i imkanə. Həmd ol Allah-ı əzimüşşənə mübdi-i daire-i imkanə ki edib xami-i sün'i tədbir nüsxi-i aləmi etdi təhrir. Nüsxi-i aləm, bu aləmi nüsxət görür. O bir yazı görür ki, o Allah onu yazıbdır, təhrir eləyibdir. Təhrir də işarə etdik, yəni azad eləyibdir. Allahın düşüncələri yox biz əslində. Allahın içindən keçənlər bizik. Bu məxluqat ki görürsünüz, əgər bunlar Allah yaratmış olsa, bu yer, bu göylər, bu su, bu ay, bu ulduz, bu kəhkeşanlar, bu heyvanlar, bu adamlar, bu yarpaqlar, göy-görəntilər, ağaçlar, meyvələr, quşlar, dənizdə milyonlar cürə heyvanlar, qurtlar, quşlar, torpaqda, torpağın içində ağlayan qurtlar, quşlar, bunların hamısı Allahın düşüncələridir. Onları orada yazıbdır, azad eləyibdir. Rəhməti ami Xudavendi Kərim etdi aləmlərə feyz təmim. Ya feyzi təmim. Əlbəttə, mən indi bunları özümdən oxudum. O hərəkələrinə bundan bu yüzden diqqət edirəm ki, səslər düz çıxsın. Ceyş əlbəttə olacaq. Ehtimalən burada i görürəm, amma mən ceyşi lətfi gəlib xami cud. Ceyş olur ordu. Ceyşi lətfə gəlib lütfə ehtimalən. Ceyşi lütfə, bəli, bu üzdük qoyubdur. Biraz lın hərəkəsini qoyubdur tığın üstünə. Ceyşi lütfə gəlib xami cud. Çəkli lohi ədəmə nəqş-i vücud. Yoxluq var imiş. O zaman o şey ki yox idi, var idi. O şey ki yox idi, yox idi. Çünki yox idi, orada deyə bilmir ki, o şey ki var idi, yox idi. Yox idi. O şey ki yox idi, yox idi. Yəni yox idi, yoxluq idi. O yoxluğa, beləsi desək daha gözəldir. O yoxluqda bir qələm götürdü, o lövhə, o təxtə, məsələn, bir təxtə siyah deyək, ya hər nə deyirik, o lövhə ədəm lövhünə, ədəmlığa, yoxluğa bir nəqş-i vücud çəkdi. Yəni dedim də, biz onun düşüncələri yox. Əslində Allahın düşüncələri bu məxluqatdır, bu varlıqdır. Bağız olub dəxmi-i düşvar ədəm. Dəxmə o yerdir ki, bəzi məzhəblərə görə ölüləri quyulamırlar, aparırlar, atırlar bir köhür kimi bir yerə. Qaranlıq bir yerə. Orada qalsın, heyvan yesin, ya özü iylənsin, aradan geçsin. O cür bir şey. Deyir ki, o yoxluq çox çətin bir dəxmidir. Qaranlıq bir yer. Yəni, məsələn, bu siyahçal ki, deyirlər indi teorilərdə. Bəlkə o ədəmdir, bilmirik. Əlbəttə deyirlər ki, bəlkə onun içində çoxlu bir şeylər var, amma biz onu bilmirik. Qaranlıq. Bu onu deyir. Bağız olub dəxmi-i düşvar-ı vücud ədəm, bağışlayın. Ədəmlığın o çətin dəxməsi açılıbdır üstü. Oldu məftuhi zülmü
zülm aləm. Oldu məhfutu zülmü aləm. Aləm ki qaranlıqdır, indi burada zülm qaranlıq anlamına gəlir. O nə oldu? Açıldı. Etdi mizan be ka'fi bud و نبود. etdi mizan be kafi bud و نبود. Var yoxluğu mizan kəfinə qoydu. Kəf tərazunun gözlərinə deyirik biz. Bu əlin içinə deyirik. Bu əlin içinə kəf deyirlər. Kəf əlbəttə biz bilirsiniz. Əslində türkçə sözdür kəf. Suyun ya sabının köpüyü çıxır, o köpük ki hava içində ona kəf deyirik. Kəflənibdir. Yəni nə cür deyim? Kəflənib də. Yəni məsələn sabun belə sürtür əlimizə suyla belə də püfləsək yeşil kəf çıxır. Farsça hubab deyirlər. Onlara nə deyirik? Ona deyirik. Yəni onlara da kəf deyirik. Bu əlin içinə də kəf deyirik. Etdi mizani be kaf bud و نبود. Varlıqla yoxluğun bunların ikisi tərazının iki gözü oldular. Kəfi oldular. Kəf ərəbcə söz olsa əgər, yəni bərabər, küf əgər bunu gərək oxuyaq. Ərəbcə küf kəlməsidir. Küf yəni bərabər olmaq. İndi varlıqla yoxluq, əlbəttə yoxluq daha çoxdur ta varlıq. Bu bir-birinə mizan etdi. Mizan ilə bax, yəni tərazunun iki gözü də bir oldu. Kəfləri bir oldu. Ədəm senin tərazi vücud. Ədəmi səngi tərazuy vücud ehtimalən. Vücud varlıq, varlığın ağırlıq tərəfi sənc burada daş anlamında deyil, ağırlıq anlamındadır. Bizdə də ağırlıq anlamında işlənir. Sənc biz çox yerdə, çox şeylərdə işlədik. Sənc türkçə sözdür. Ağırlıq, sənc ağırlıq anlamına gəlir. Bunu farslılar götürüblər, daşa qoyublar ki, ağırdır, ona deyiblər sənc. Amma biz sənc sözünü çox yerdə işlədik. Bu bunu göstərir ki, bizdə vardır. Səncinmək feil düzəltmişik bundan. Səncin, səncinmək, səncindim, səncinin, yəni biraz rahatlaşdı, biraz aramlaşdı, biraz nə deyirlər? Bəzən xurt düşdü deyirlər. Yəni yavaşlamaq, aramlaşmaq, sürətin azalmağı buna deyirlər. İndi ədəmi səngi tərazu, eyni halda biz ayrı şeylərdə sənc işlədirik. Dediyim kimi, məsələn, bir dana bir vəsilədir düzəldiblər, misdəndir normalda, çox da yekədir, bəlkə 20-30 litr də su tutar. Bunun mən fikir edirəm ki, əksini qoymuşdum ki, bir dəfə bunu tozif verəndə. Ağzı dardır, bir böyük dəstəsi var aşağı ilə üstə. Uzun bir ağzı var, dar, gəlir aşağıya, aşağı gen olur. Onun da aşağısına bir dana təvərə bağlayıblar, bağlayıblar, onu oraya düzəldir, yapışdırıblar, coş veriblər. Bu suyun ayaqqabısı kimi, ayağı kimidir. Onun üstündə durur, onun içində doldururlar ağzına qədər. Bir dana da bunun böyük dəstəsi var, onu da atırlar, götürürlər ya da ki, bağlırlar bellərinə, daşırlar. Ədəmi səngi tərazuy vücud, vücudun tərazüsünün ağırlığının ədəmin qarşısında özü, yəni onun odur. Olacaq ruy vücudi ayini tab. Olacaq ruy vücud ayini tab. Tab ehtimalən burada tabiş sözü bundan gəlir. Ehtimalən. Tab yəni əyilmək, qeyitmək. Oldu mir'at ədəm surət yab.
Mirat aynədir. Ədəmin aynəsi tapıldı, surətyab oldu. Rəf olub. Hardan bu olur? Məsələn, mən varam, mənim ikizim yoxdur. Ədəmi beləsi düşünək. İkizim yoxdur olduğu üçün ədəmdir. Yəni yoxdur da, ikizim yoxdur. Ədəm belə bir şeydir. Rəf olub İxəri nar ədəm. Ehtimalən bu axirədir ya İxəri. Bilmirəm bu İxərə nə mənədir. Rəf olub İxəri ya İxəri nar ədəm. Yərədən çıxdı sevadi əzəm. Yərədən çıxdı, yərədən. Ehtimələn yaradan çıxdı sevadi əzəm. Əgər bu yaradan tutsaq, yərədən. Təşdid qoymayıbdır. 2 dana dal yazıbdır. Yərədən çıxdı. Yerdən də oxusaq, yerdən çıxdı. Amma bu o məniyə gəlmir. Yaradan ehtimalən çıxdı. Səvadi əzəm. Səvad qaranlıqdır. Bu savad da ki deyirlər, ehtimalən oradan gəlmiş ola. Yəni, qaranlığın içində bir şey, amma o məniyə gəlmir. Savad ehtimalən o məna deyil. Düşünüb, aləmə qaliçə-i xac. Döşünüb, yəni döşənibdir. Döşünüb, aləmə qaliçə-i xac. Döşənmək, uzanmaq. Məsələn, fərşləri döşədik, yorğan döşəyi döşədik. Döşək, yəni o ki döşənibdir. Düşünüb də demək olar bunu. Düşünüb də desək, yəni düşünmək də budur da. Yəni bir şeyi düşünürük. Yəni onu fərş kimi salırıq zehnimizə. Düşünmək oradan gəlir. Düşdən də gəlir. Düş də şeydir, yəni xiyal, rüya, düşüncə oradan gəlir. Düşünüb, aləmə qaliçə-i xac. Gedək o bir səfər. Üstünə döndü qubab-ı əflac. Əcəba qubab nə deməkdir bilmirəm. Hubab kimidir, yoxsa yəni hubab anlamında gəlirdi, yoxsa qubab özü bir sözdür. Təəssüflə indiki bizim əlifba, yəni bəlkə Osmanlı dövrünün sözcüklərinə baxsaq, bunun mənasını bunları tapa bilirik. Məsələn, 2 dana buradan sözlük gəldi ki, şair yazıbdır, mən onları bilmədim. Məsələn, bu tab ki, burada işlədibdir, aynə tab, əlbəttə aynada qeyd etmək, onu bildim, amma o deyildi, bir ayrısı var idi bəs. O, məsələn, buradan 2 dana söz var, burada yazılıb ki, mən bunları bilmədim. İndi Atatürkdən bu üzə yazılan, Mustafa Kemal bəy cənablarına bu üzə yazılan kitablarda, sözcüklərdə mütəəssifانه əlifbanı biraz da dəyişdiriblər də. Məsələn, biz bilmirik, şimdi bu qubab, əcəba K ilə oxuyaq, nə cür oxuyaq, onu mən bilmədiyim üçün bunu da oradan faydalana bilmirəm. Üstünə döndü qubab əflac. Qubbədən gələ bəlkə. Qubbə, yəni bu məscidin üstü var, günbəzi. Ona qubbə deyirlər. Bu göyün girdəliyinə də qubbə deyirlər. O, bəlkə o ola. Qubab cəmi qubbə ola. Nəzərimə belə gəlir. Ərəbcə sözdür. Oldu gərdun ilə bu çar füsul. Gərdun doğulanmaq, fırlanmaq. Oldu gərdun ilə bu çar füsul. Çarçivə. Çarçivə ehtimalən çahar sözü türkcə olmuş ola. Ehtimalən, bilmirəm mən. Bunları lüğətçilər deməlilər.
Çünki biz çarçivə dediyimiz 4 dənə şeydən ibarət oldu. Çarçivə deyirik. Özə çiv deyəndə, yəni bu günləri mıxdır. Mıxada çiv deyirlər indi Türkiyədə. Amma biz bunu çiv sadəcə ağacları, iki ağacı bir-birinə bir cür mıx əvəzinə təxtə vurardılar. Ona çiv deyərdilər. O oradan biz burada şey bilirik ki, çarçivə onlardan ibarətdir. Yəni çahar sözü çardan çıxıbdır. Ehtimalən kase-i can kül bəzm qəbul ya gülü bəzm qəbul bəlkə ola bilər. Kase-i can gülü bəzm qəbul ümməhati edib əbabilə cəm. Bu ayrı bir şeydir. O üstəşinə bağlı idi. Oldu gərdun ilə bu çar füsul kase-i can gülü bəzm qəbul. Ümməhati edib əbabilə cəm. Əbabil Quranda gələn bir quşlardır. Quşların cəmi. O cür bir şeydir. Bəlkə də quşlardır ya da ki, bəlkə fillərin, fil deyil əlbəttə, bəllidir. Ümməhati edib əbabilə cəm, arada yandı məhəbbətdən şəm. Məhəbbətdəndir, arada şəm yandı. Arada yandı mühəbbətdən şəm. Ta məvalid sülsü oldu əyan, məvalid süls bilmirəm nə mənadır. Ta məvalid, yəni mənasını bilirəm nədir, amma özü nəyə işarə edir, o işarəni bilmirəm. Ta məvalid süls oldu əyan, mədəni niyati, etibarən nəbat olacaq. Mədəni nəbati hayvan. Mədəni nəbati hayvan. Mədən, bir dəfə xidmətinizə demişəm, mədən yəni ahən. Hər cürə dəmir parçasına mədən deyilir. Yəni qızıl da olsa ona mədən deyirlər, gümüş də olsa, yəni hər şey ki dəmir kimi o da, filizdir farsça deyirlər. Ona mədən deyir ərəb. Mədənün nəbat yəni göygöyərənti. Nabat ki biz şeyə deyirik, o deyil. Şəkəri əridirlər, nabat edirlər, ona demirlər. Mədənün nəbati heyvan. Burada heyvanın göyərməsi deyir. Mədənün nəbati heyvan. Yürüdü qafili lütfü kərəm. Qafili lütfü kərəm yürüdü. Yürüdü yəni getdi, yol yeridir. Yürüdü qafili lütfü kərəm. Yəni ki, Allahın lütfü kərəmin qafili, bunu görür də, yəni bu yaralmaq falan bunların hamısı yürüdü, yəni ki, hərəkətə düşdü. Burada yürümək hərəkət anlamındadır. Yürüdü qafili lütfü kərəm, çıxdı aləmi əqbindən Adəm. Çıxdı aləm əqəbindən aləm. Aləm düzələndən sonra əqəbindən, onun arxası, əqəb ərəbcə sözdür. Onun arxasıcan Adəm də ortaya çıxdı. Yəni Adəm bu silsilənin sonları hesab olur. Eylədi mərtəbəyi insani, qayəti mərtəbəyi heyvani. Heyvan mərhələsinin ən son qayətin, hədəfin neynədir? Mərtəbəyi insanlıq elədi. Oldu bu surət tini tuhur. Tin iki mənadadır. Biri torpaq anlamındadır, biri ruh anlamındadır. Oldu bu surəti tini tuhur. Bu ruhun surəti, yəni bu cismi, canı oldu tuhur, pak, təmiz. Əkməlü əşrəfü ənvai zuhur. Bu adam ki beləsi oldu, bunun surətinə, ruhuna surət çəkildi, o yəni cism gəldi,
əkməli əşrəfi ənvai zuhur. Hər nə mənə ki zahir olmuşdu oracan, onların əkməl əşrəfidir. Vaqəən də mənim nəzərimdə bu söz düzdür. Çünki ağlı var, yəni. Ağlı işlətmək imkanı sadəcə, əlbəttə o birisi heyvanlarda da, canlılarda da var, amma insanda biraz çoxdur. Niyə ki, insan əbzar da yarada bilir, alətləri də yarada bilir, vəsilə də yarada bilir. Maşını alaq da, yəni deyək ki, çox, əlbəttə, məsələn, o birisi heyvanlarda yarada bilirlər. Amma biz eləyə bilirik ki, bunu çox belə qarma-qarışıq maşınlar yaradaq. Maşın, məsələn, otomobil, təyyara. Bu, insanın ona görə əşrəfi bəlkə. Bir də ki, biz çox adam öldürə bilirik. Burada da əşrəf yox. Biz hər şeyi öldürə bilirik, əslində. Bizə fərq eləmir. Bu, göydə quşlar olsun, suda balıqlar olsun, yerin altında olan heyvanlar olsun, yerin üstündə olan heyvanlar olsun, ya ağaçlar olsun. Bizə fərq eləmir. Biz hamısını eləyə bilirik, öldürürük. Qurulub, səlləmə tərtib hökm. Səlləmə. Mən bunu təşdid oxuram ona görə. Qurulub ehtimalən, yəni qurulub. Qurulub, səlləmə tərtibi hökm. Səlləmə yəni salim şəkildə. Hökm dalbadal. Çıxdı tasdən vücudə Adəm. Tas burada ehtimal verirəm. Buradakı tas, o tasdır ki, belə qumar oynayanlar belə atırlar o tası. Bir şey çıxır ortadan. Odur. Ehtimal verirəm. Burada tas da oradan ibarətdir. O birisi tas ki, gəlir bəzən kasa kimi bir qab-qacağın adıdır. O deyil burada. O sin ilə məmulən yazılır. Bu satla yazıldığı üçün mən tas bunu dedik, məsələn, qumar deyim də, mən çünki bilmirəm ki, onu daha nədə oynayırlar. Oyun oynayırlar. Hə, Kanadada görürəm ki, bir oyunlar var. Onu beləsi silkəllə atırlar. Ədəd ki, düşür. O ədədlə, məsələn, minci hərəkət verirlər. Belə deyək. Ab gəldə, ab-ı cildə idic elmi zuhur. Ab-ı cildə edecek elmi zuhur. Allahın elmi ab-ı cildə, torpağın. Çünki deyir ki, Allah adamı nədən yaradıbdır? Torpaqla suyu qatıb bir-birinə. Oradan yaradıbdır. Surəti oradandır. Sonra da ki, nəfəxtü fi min ruhi gəlibdir. Ab-ı cildə edecek elmi zuhur. Allahın elmi torpaqla suyu qataraq insan düzəldəcək. Orada Allahın elmi zuhur eləyəcəkdir. Səcdəyə olduğu məlaik məmur. Elə ki, onu suyla qatdı bir-birinə. Əcəba, ab sözü türkcədir, ya farscadır. Bunu dostlar mənə yazsalar çox sevinərəm. Səcdəyə oldu məlaik məmur. Oldu insanidə məratib bərca. İnsanlara mərtəbə gəldi. Oldu mefzul tefazül peyka. Oldu mefzul tefazül peyka. Mefzul izafənin şeyidir. Yəni o bir adam bunu izafə eləyibdir. Tefazül izafələnmək. Mefzul tefazül özü bir feyzi tapıbdır. İndi o çoxalır. Kimisi sükr olub, kimi pəyan. Kimisi səkr olub, səkr, sükr oxudum mən. Kimisi səkr olub, kimi pəyan, şayət bəyan. Oldular biri-birindən mümtaz. Ehtimalə o da pəyaz olsun, pəyan ya da mümtan. Mən onu əgər üstəkin pəyaz oxusaq, bu əşaradakı mümtaz oxuya bilərik. Amma mütəəssifanə kimisi sükr olub, kimi pəyaz. Şayət piyaz məsələn, kimi. Pəyan, mən oxuram əlbəttə, hər ikisini pəyam oxuram. Yəni, öldülər biri-birindən
mümtaz gərək oxunsun, amma mümtan oxunur. Yazılıb yəni. Onun üçün mən bunu biraz mümtan bilmirəm nə mənayədir. Əgər üstəkin piyaz oxusaq, o da səkr ehtimalən məsti kimi. Bilmirəm, səkrin mənasını bilmədiyim üçün burada qalım. Orada ağzımı açmayayım. Oldular biri-birindən mümtaz. Rütbə olur ənva-i ənam. Ənam insana deyilir, amma ola bilər canlı desin. Rütbə olur ənva-i ənam, dərəcat ilə zuhur etdi nizam. Bi məratib yığılır kövni məkan. Bi məratib, baxın, onu hey mən Cinaz TV-də də bunun üstündə çox danışırdım. Milli hərəkət və Azərbaycanlılar istəyərlər ki, müvəffəq olalar, 3 şey lazımdır. Əvvəl ideoloji, sonra lider, 3 silsilə məratib. Uşaqlı, böyüklü, arvadlı, kişili, qızlı, oğlanlı gərək rütbəmiz olur, ərteş kimi, ordu kimi. Yəni, hər kəs gərək bilər ki, mən biri üstəkindən əmir aparacağım. Bir məratib, əgər rütbə olmasa ortada, yığılır kövn-ü məkan, yıxılar kövn-ü məkan, yığılır kövn-ü məkan, varlıq aradan gedər. Rütbə əsasında deyir, varlıq dayanıbdır. Biz də istəyək gərək bunu gedək. Aləmin yerini tutmaz nadan, alimin yerini tutmaz nadan. Tərcüməyə ehtiyacı yoxdur. Görəməz müslihin, məsləhətin, atəşin ab. Görəməz məsləhətin atəşin ab. Ateşin məsləhətin, odun məsləhətin, su görə bilməz. Suyun da məsləhətin, od görə bilməz. Bunu istir deyə. Görəməz məsləhətin ateşin ab. Edə bilməz əməli bad turab. O yelin işin torpaq görə bilməz. Turab torpaqdır. Elə edə bilməz əməli badi turab. Yelin işin torpaq görə bilməz. Edəməz ahənin əsalini zər. Edə bilməz ahənin əsalini ya asalini zər. Dəmirin əslin zər eləməyə üstünə qızıl suyu vermək olar, amma qızıla çevirmək olmaz. Yəni, toğlamaq olar adamı, amma edəməz ahənin əsalini, əslini zər. Verəməz çaşni melihi gühər. Duzun çaşnılığının məzəsin verəməz çaşniye milhi, milh olur duz. Duzun şorluğun, çaşninin şorluğun, beləsi desək, gühər verməz. Siz gətirin onun içinə mirvarid tökün. O çaşni ki, gərək çaşmaqdandır. Çaşni türk sözü olacaqdır. Çünki çaşmaqdandır. Çaşmaq, yəni deyişmək, çıxmaq, yoldan çıxmaq. Buna deyir çaşni. İndi siz hər bir yemağın bir məzəsi var. Onu duz vurmaqla yerindən çıxadırsınız, əslindən çıxadırsınız. Ona görə çaşni deyiblər. Bir də bir göyərənti adıdır əlbəttə çaşni. Mənim zehnimdə əgər düz qalsa, çaşni dediyimiz bir soğuzu kimi bir göyərəntidir. İndi nədir, yadımda deyil, uşaq idim. Verəməz çaşniyi milhi gühər. Görəməz dəstün umurini qədəm. Görəməz dəstün, dəst. Əcəba dəst farscadır, türkcədir. Bunu
Biz əlbəttə dəsti çox yerdə işlədirik. Demişəm onu qabaqcan. O cümlədən ələ də işlətmək olur. Biz əlbəttə əl işlədirik, amma dəst bəlkə buna da deyilir. Amma xoşşalvar dəstidir. Ondan sonra hər şey ki dəst hesab olur. Ona dəst deyirlər. O əl deyil, amma dəstdir. Bunu qədim türklərdə də işlədiblər. Dəst işlədiblər. Xoşşalvar azada. Ya xoşşalvar demək, o paltar şey bir giyinirmiş, ona dəst deyirmişlər. Deyir ki, əlin işini ayaq görə bilməz. Varəməz seyf məqaminə qələm. Qələm şəmşir, qılıc yerinə işləməz. Yəni, hər şeyin bir yeri var. Bəsərin eylədükün quş edəməz. Gözün işin qulaq görə bilməz. Huşun əndişəsini muş edəməz. Huşun, onun əndişəsini, niceranlığını, düşüncəsini, əndişə niceranlıq anlamındadır. O işi biz deyirik əndişəmənd, yəni onun həmişə bir nicerançılığı var beynində, düşünmədədir. Onun üçün əndişə deyirlər buna. Əndiş, ənmaqdan gəlir. Əndiş, ənmaqda olan, əndişi aparıbla bura beynə, daimən bu nicerançılıqda olmaq. Ona da deyiblər əndişə, daimən nicerandır. Bir şey orada daimən aşağıya gəlir, aşağı-yuxarı olur bəlkə onun üçün. Huşun əndişəsini muş edəməz. Muş burada siçan anlamındadır. Biz siçan deyirik, bəlkə muş da deyilir, bilmirəm. Yenə bunu dostlarımız deməlilər ki, muş sözü türkcədir, farscadır. Bitirər gər birini tutamaz zərgər. Bütülər gər birini, bilmirəm bu indi nəmə anlamındadır. Bitirər gər birini tutamaz zərgər. Əgər biri bitirər, yəni bitirmək, əkmək, bitirmək. Əlbəttə bitirmək əkməkdən fərqlidir. O ki bitir, yəni zoğ salır, kök salır, başlayır göyərməyə. Bitmək də odur, yəni tamam oldu, yəni iş qutardı da. Oradan o yüzden bizim işimiz. Məsələn, Türkiyədə bu cür bitmək deyirlər, yəni bitdi, bitməkdən gəlir. Bitdi, yəni tamam oldu, qutardı. Bizdə bu bitmək, yəni iş gördü. İndi əkmaqda əkdik, əkəndən sonra bitdi, yəni başladı göyərməyə də o bitdi. O qutardı, onun işi qutardı. Orada məsələn deyək ki, göyərməyə başladı, o da gedəcəkdi. Bitirər gər birini tutamaz zərgər. Kəfləsə gər karini bilməz zülgər. Ya bilməz dülgər. İndi bu dülgər nədir? Kəfləsə gər karini, bu karini nə mənədir bilmirəm. Bilməz dülgər. Ya bilməz dülgər, bəli. Bu nə mənədir? Bunların bu iki danasının mənası bilmirəm nə mənədir. Kəfləsə gər karini, əgər bunun işi kar, əgər iş mənasına olsa, o əgər deyir, bilmirəm, yəni kəfləmək indi əcəba bu əlləşdirməkdir, nə mənədir? Bilməz dülgər, dülgər nə deməkdir, bilmirəm. Maliki fəslini bilməz məmluk. Məmluk, malik fəslini. O adam ki, məsələn, fərz edin ki, məni satıblar birinə. Deyir, bu satılmış olan məmluk, satılmış olan malikin fəslin, yəni onun vəziyyətini bilməz. O bir ayrı fəslidir, bu ayrı bir fəslidir. Biri qışdır, biri yazdır. Yaz da deyil, biri bahardır. Yəni, malik damın nemətin içindədir, məmluk yazıq işin içində, işləməkdən qabığı çıxır.
Maliç fəslini bilməz məmluc. Bilməz əhval rüayayı muluc. Gene ona haman üstəkin gəlib. Muluc, şahlar, rəhbərlər, müdürlər də şeyin rüayanın, millətin vəziyyətin bilməzlər. Kərəm sərdün verməz əhkamün. Ehtimalən sərdən. Kərəm sərdən verməz əhkamün. Nə bülür xoşqi tərün əncamün. Kərəm sərdin, kərəmi sərdin, sərdən əlbəttə, kərəmi sərdən verməz əhkamün. Kərəmi sərdən verməz əhkamün. Nə bülür xoş tərin əncamün. Quru tərin sonun nə bilir? Quru yanıb gedəcəkdir. Bilmir ki, o tərə nə olacaq. Ağac, məsələn, biri quruyubdur, o quruyub da bilmir ki, məsələn, yanındakı ağac ki, məsələn, göydür, o nə olur? Onun sonunu bilməyəcək. Çünki bu qurudur, quru ölüdür. Sayə bilməz əsərün xurşidün. Kölgə günün əsərin bilməz. Əcəba xurşid türkcə sözdən qalxmadı. Xur sözündən olsa, bilmirəm, xurşid niyə xurşid deyib? O, məsələn, nəmə nədən düzəb? Xurşid. Cam bilməz təpərin cəmşidün. Cam, şüşə. Cam bilməz təpərin, təpər nəmə nədir bilmirəm. Dəpər də ola bilər. Dəpərin cəmşidün. Cəmşidün təpərməkdir, dəbərməkdir, onu bəlkə deyib, bilmirəm. Əksi də bülüncədir məcmuin. Əksi də bülüncə, böyləcə. Əksi də böyləcədir məcmuin. Anlı olduğu qədər mətbuin. Anlı olduğu qədrə mətbuin. Bəzi kəlmələri bilmirəm. Yəni burada oldu mir'at-ı təqabül publika. Publika. Bilmirəm bu nə deməkdir. Çox kəlmələrə yetişdirəm ki, bilmirəm. Zidd ilə münkəşif oldu əşya. Ziddi ilə münkəşif oldu əşya. Hikməti qudrətə qayət yox. Hikməti qudrətə qayət yox. Bu təmaşaya nəhayət yox. Bu nizam üzrədir əczai cahan. Bu nizam üzrədir əczai cahan. Əqlin olduğu qədr ol nigeran. Əqlin olduğu qədər ol nigeran. Mərtəbəyi axirət dünyada. Mərtəbəyi axirət dünyada cari olmuş suvəri mənada. Mənəviyyat məratib dəxi çox, bəhridir mövcesinin qayəti yox. Mənəviyyat məratib dəxi çox, bəhridir mövcesinin qayəti yox. Dedi sərqafili şəhri şühud, yoxdur illa ki məratiblə vücud. Cümlədən əhli vilayət əla, ənbiya rütbəsi andən ərfa. Ərfa, ərfə sözüdür. Şeirdə biraz değişibdir. Eyn yerinə ərfə. Axırı eyni də əlif qoyubdur. Ərfa. Ənbiya sədr səriri əzaz. Əzaz əzizin cəmidir. Hər biri bədr muniri icaz. Bədr aya deyilir.
ecaz da acibə şeyler. Leyk sultan sarir alem Hazreti Seyyid İbni Adem hükm ferman nigini lolak. Lolak da ayədir da gəlibdir. Lolak lema xalaqtu əflak. Ehtimalən hədisdə ayədə deyir, bilmirəm. Hükm ferman nigini lolak xitte pirای و ما ارسلناک جوهری ما حصلی جوهر جود جوهری ما حصلی جوهر جود میوهی نه طبقی باغ وجود بیوهی 9 طبقی باغ وجود فاتحی دخمه جنجینی نور علتی آیه نقش ظهور آیه انə deməkdir bilmirəm. Ehtimalə ərəbidir. Çünki eyni ilə başlayır. İlləti ayə həmzə ilə yazılıb o. İlləti ayə nəqş zuhur əvvəlin hərfi kitab rəhmət məqsədi məni lafzi təmmət məqsədi məni lafzi təmmət ibtida əvvəl deyir ki məqsəd budur ki yetişə o təmmətə ابتدایی نفسی رحمانی انتهای عشی ربانی عش biz bilirik ki həmvəzn olmaqdır. İkisi bir vəznidə olmaqdır. Bir-biri ilə tay, əş tay deməkdir. Tay, tüş. Tay, tüş ki deyirik, tay sözü ta da ki oradan gəlir. Da yenə də ta sözü ki farsıda vardı, o da oradan gəlir. İntihai əş Rabbani. Acaba bu aş mənasındadır. Yəni Allah bişirdiği bir şey, hazırladığı bir şey. İntihai ibtidai nefs rəhmani, intihai əşi Rabbani. Yox. Yəni sonunda budur ki Allahın yanında olmaq. Əş burada Allahın yanında olmaq. Surəti mə'ni suvar. Surəti mə'ni, mənanın, düşüncənin surəti zahiri və zahirin mənası və mə'ni suvar. Nur bala kəşü qəndili qədər. Nur bala kəşü qəndili qədər. Zabur ehtimalən olacaqdır. Hala görəsə ya rubur bilmirəm. Rubur məcmu rəbb ola bilər. Ruburi sədri saray həsti xazini kunci buləndi bəsti. Yenə həsti olacaqdır elə bu da. Əlbəttə nöqtəsi var, bəsti olacaqdır. Ruburi rubub deyir bu da. Rəbb, rubur. Ruburi sədri saray həsti. Sədr bilirik, yəni üst məqam. Ya ən öndə olan. Xazini künci buləndi bəsti. Xətmi gəncini sirri kowneyn. Kowneyn iki dünyanın varlığı. Kown varlıq, kowneyn iki dünyanın varlığı. Səririhim dadi qab qovseyn. Kowneyn qovseyn. Səririhim dadi qab qovseyn. Sərir taxt, rəvan, hala belə bir şey. Sahibi mərtəbəyi av ədna. Orada bir ayə var Quranda. Deyir ki, onlar heyvan, eşcəkdirlər bəl ədna. Aşağı, daxil, heyvandılar ya, fikrim eşcək deyildi. Himar bəl ədna. Fikirəm belə bir şeydir. Ona görə burada ayəyə işarə edir. Əlbəttə, burada kollən çalışır ki, hər şeyi bir Allahın tərəfindən kitaba, Qurana bağlasın. Yəni, hər kəlmədə burada, hər cümlədə bir şey bağlanır Qurana, Allaha. Sahibi mərtəbiyi av ədna, arifi məsələyi ma avha. Genə getdi ora.
زینتی زین براق temkin. Deyirlər buraq o vəsili ki, o aləti ki, Həzrəti Rəsul ondan getdi Allahın dərgahına, o getdiyi yerə adı buraqdır. Bəlkə bu ona işarədir. Zinəti zini, zin yəhər. Zinəti zini buraqi təmkin, rəfrəfi aray rəhi elliyin. Rəfrəf, bizdə rəf yəni taxta. Taxta özü bir ayrı, əlbəttə rəf taxtadan fərqlidir. Taxta divarın qazıb içində olar. Divarın içində olar. Yəni divar onun, amma rəf divardan eşikli olar. Yəni divara mıxlarlar məsələn. Qəfəsə deyək. Bu günləri qəfəsə deyirlər. Bəli, biz ona rəf deyirik. Rəfrəfi aray rəhi elliyin. Rəfrəf yəni rah-rah kimi. Məsələn belə rəfrəfdir da. Hökm fərmay biladi mələkut, nur bəxşai qəzai cəbərut. Mələkut və cəbərut bunlar da Allahın sifətlərindən, Allahın muhiyyətlərindən. Nəyyiri məşriqi ənvar ulum. Nəyyir, yəni yandıran, işıqladan, işıqlatmaq çox mənasındadır. Nəyyiri məşriqi ənvar ulum, xacigi fənni risalat umum, mورidi vəhy cəlili tənzil. Mورidi vəhy cəlili tənzil, muxbiri ənhu butun İncil. Bunların hamısında bir Qur'andan bir kəlmə var. Siffətül siffəti qəndi ərvah. Əcəba bu qənd nə məniyadır? Həman qəndi ki türkçədə vardır, yoxsa bir ayrı mənadadır? Siffətül siffəti qəndi ərvah. Siffət özü nə mənədir? Qoyun bunu yazaq ki, bu siffət nədir? Hətta əvvəl bilirəm ki, bu əvvəl bunu aparaq. Siffət. 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 21 Mars falan. Mesutun və Rağısatun Misriyə Pedər həyatı o deyil. Bənki Siffətül İslami Əs-Səfhətul Reisiyyə. Bu da bir dənə banc adıdır. Tənvilul mürəkkəbat lil-əfrad, tənvilul mürəkkəbat lil-vikalat vəl-məariz, İqari, Alver, tənvil o da deyil. Siffət. Burada çox gedibdir bu şey üstə. Əl-sifətu əl-nuxbətul mumtazətu fi müctəmə'i li məkanətiha. Toplumda o nuxbə mümtaz, o nuxbə ki çox üstluqdadır, toplumda da, ictimai vəziyyətdə o yeri üstluqdadır. Bu mənada tutubdur. İndi siffətül siffəyi qənd burada qənd ənlamına. Yəni elə həman qənd o şəkər ənlamına işlədibdir. Süffətül süffəti seçilmişlərin seçilməsi qəndi ərvah. Ərvahın qəndidir, əsəlidir. Nuxbəti ya nücbədin. Bunu oxuya bilmirəm. Nuxbətül nuxbəti işbahu məlah əşrəfi ənva-i bəşər. Əhsəni təqvim suvar. Rəhməti aləmiyan ruh cəhan. Hərciz dairi kون و مکان. Mərkəzi dairi kون و مکان. Əhmədül xəlqi Muhammed Mahmud. Yəni məhbub xudavənd و ودود. Əhmədül xəlqi Muhammed Mahmud. محمد محمود یعنی محبوب خداوند ودود. اصل کلی مصدری اسم اعظم. اصل کل مصدری اسم اعظم cümlədən oldu məratibdə ətəm. Saldı afaqa sururi suri.
saldı afaqa sururi suri, ol ma xalaqullah nuri. Xətm olub zati ilə əzzə və cəl, mərkəzin buldi sifat-ı ulya. Mərkəzin buldi sifat-ı ulya. Verdi dori fələkə zat nizam. Verdi dori fələkə zat nizam. Bədə xətm oldu. Bəd xətm oldu vücud ilə tamam. Bəd başlamaq. Xətm oldu başlamaq qutardı. Bəd xətm oldu vücudi ilə tamam. Xaç qeybi itrəki toxmi müsəvvər. Bilmədim bu nə cür oxuyayım. Xaç qeybi itrəki toxmi musavvəd ya musəvvəd. Eylədi meyvəyi bətunində zuhur. Eylədi meyvəyi bətunində zuhur. Xaç qeyb itrəki toxm musəvvəd. Toxum. Toxum türkcədir. Rəfdə şurada toxum. Gedib farsıda olub toxum. Toxum. Toxum xaç qeyb içrə. Toprağın içində o toxum müsəvvəd, gizlidir. Qaranlıqdadır. Eylədi meyvəyi bətunində zuhur. İçində bətun qarınlar. Qarnında torpaq. Neynədi? Onu zuhura gətirdi. Görünüb dörəmiyim sərməd. Görünüb de ehtimalen. Görünüb döre-i mim sərməd oldu mevcud əhəddən Əhməd. Eyləsən əvvəl ərkani sual, axəri ismi Muhammed ana dal. Eləyüb zatinə Allah təzim. Hazreti Muhammedə. Təzim burada o təzim ki biz fikirləyirik əylə, o deyil. Yəni onu kəlmələrlə böyükdürüb, böyüklədib, təzim böyüklətmək, əzim eləmək. Təzim də ki eləyirik, yəni biz birinə ki baş əyirik, yəni ki onu böyüklədirik da. Təzim burada o anlamdadır. Etdi bizzat, etdi bizzatu salatu təslim. Allah özü bizzat, Allah etdi bizzat salatu təslim. Zatinə olə salavat ilə salam. Alə əshabinə ta ruz qiyam. Ey Əbəlxeyr Muhammed Çələbi. Hala bu kitabı yazanın adı nədir? Muhammed Çələbidir ehtimalən. Kitabın adı oldu Əbulxeyr Nəsihətnaməsi. Əbulxeyr Nəsihətnaməsi 1163-də yazılıb 298 səhifədə. Yazan kimdir? Əbəlxeyr Məhəmməd Çələbi. Məhəmməd Çələbi. Ey Əbəlxeyr Məhəmməd Çələbi. Əbəlxeyr ehtimalən oğlunun adı Əbəlxeyrmiş ya nəymiş? Ya da ki şeirdə fəqət gətirib, onu bilmirəm. Ey edən zat-ı müzəyyən Çələbi. Cələbi, burada usta Çələbi, burada Cələbi. Ey edən zat-ı müzəyyən Cələbi, cigərim parəsi, ömrüm vari. Ha, bu kitabı yazan ehtimalən oğluna danışır. Ey Əbəlxeyr Muhammed Çələbi, ey edən zat-ı müzəyyən Cələbi, cigərim parəsi, ömrüm vari, dohəyi dövlətimin nobari. Dohə ehtimalən su qırağı, göl. Ehtimalən, bilmirəm, baxaq görək dohə nə çıxır burada.
Google-a gedək. Ma mə'na duha. Ruha yazdı, duha yazmadı. Yox bu nə? Burada deyir ki, bəman duha, okey, gəldi bura və huvə ma. Bilmirəm, burada da yazmayıbdır, mütəəssifanə. Görək nədir? Cigərim parəsi ömrüm vari, dohi dövlətimin nobari, davhay dövlətimin nobari, پر نو نوری حباتم sensin. پرنوی نوری حیاتم sensen. محض خیر و برکاتم sensen. Bu پرتو acaba türkdür ya farsdır? Pərtələməkdən gəlir məncə. Pərtov, pərtov atmaq. Pərtkərdən, pərtabkərdən, pərtələmək. Fikirəm pərt sözündən gələcəkdir. Yəni atılmaq, atmaq. Pərt əlbəttə bizim iradəmizdən eşikdədir. Pərt oldu. Bizim iradəmizdən eşikdədir. Yəni o özünün içində bir fiilidir. Lazımdır, mütəəddi deyil pərt. پرتوی نوری حیاتم sensen. Mahzi xeyri bərəkatım sensen. Səni etdi kərəmindən Mevla. Səni etdi kərəmindən Mevla. Pedərin Yusuf-i Nabiyə əta. Dədəsinin adı da Yusufdur. Pedərin Yusuf-i Nabiyə əta. Ehtimalən bu da 10-cudur. Səndə tahir, səndə zahirdir əya tifli nəbi. Səndə zahirdir əya tifli nəbi. Məni əlvələdü sərabi. Sirr əbi. Səndə zahirdir əya tifli nəbi. Ya tifli bəni nəbi olacaqdır. Məni əlvələdü sirr əbi. Oğlan uşaq, əlbəttə uşaq deyək. Uşaq atasının sırrıdır. Çünki əlbəttə burada ata deyibdir, amma vaqiət bu ki, dədə-nənənin sırrıdır da uşaq. Çünki bunlar sırrıda bir sevişirlər. Bu sevişməğin ki sırrıdır, o uşaqdır. Və uşaq özü də sırrıdır ta nənədən doğulunca. Yenə də evdə də uşaq dədə-nənənin sırrıdır. Uşaq bəzən gedir eşikdə sırrı açır. Səndə zahirdir əya tifli nəbi. Məni əlvələdi sirri əbi. Oldu zatun sənin ey nur bəsər, gözümün işığı. Oldu zatun sənin ey sirr ey nur bəsər. Zinəti gülşəni həstiyi pedər. Pedər deyil, pədər. Əcəba bu pədər sözü Türkiyədə də çox işlənir bu pedər. Əcəba bu türk sözdür. Peyda sözü də bundan olacaqdır. Pedər peyda olmaqdan. Dostlar bunu ki bilirlər. Zinəti gülşəni həstiyi pədər. Salalı başımə zatun sayə. Salmaq. Salalı başımə zatun sayə. Mən səninlə bağırım dünyaya. Dədənin balaları onun səsidirlər. Hətta öləndən sonra. Çünki məsələn indi deyək ki, mən nəcür bağırıram? Mənim Allah saxlasın hamısını, 4 dənə evladım var. Bunların da uşaqları olacaqdır. Bunlar mənim səsimdir qalacaq bu dünyada.
Mən də dədəmin, nənəmin səsiyəm. Onlar da öz dədə-nənələrinin səsidirlər. Eyni halda onların sırrıdırlar. Mən də, mənim balalarım da mənim sırrımdır. Nəvələrim də balalarımın sırrıdır. Amma nəvələrim mənim sırrımdır yenə. Nəticələrim də mənim sırrımdır. Ben seninle bağırım dünyaya, salalı başıma zatün saye. Ben seninle bağırım dünyaya, seni verdi bana ey feyz me'ab, o feyyaz me'ab seni mənə verdi. Musimi sen geberde ve vehhab. Burada ne oldu? Mövsümsin, mövsümsin. Mövsüm yani fasl. Mövsümsin. Gebridə Vəhhab. Bu kibridə bəlkə. Mövsümsün kibridə Vəhhab. Toğacaq. Yəni farsça zadən. Toğacaq aləmə hüsnün mahi. Hüsnüvün mahi. Mahi husnet. Farsçaya tərcümə eləsək. Hüsnüvün gözəlliğin, hüsnü gözəllik. Gözəllik, ay kimi gözəlliğin dünyaya doğacaq. Yəni sənin bu dünyaya gələcəkdir. Toğacaq aləmə hüsnün mahi. Gərzan olmuş, gərzan olmuşdum pəncahi. Güzəran ehtimalən oxuyaq gərək bunu, neymidirəm, bilmirəm. Gəzəran olmuşdum pəncahi. 50 il idi ki, gəzər idim. Gəzəran, gəzən. Gəzməkdən qozər yazıblar da, qozər. Bunu dal zeynə yazıblar, amma türkcə burada R zeynə yazıblar. Gəzər, gəzən, gəzmək, güzər, qozər farsçaya gedibdir. Güzəran olmuşdum pəncahi, 50 yaşım olmuşdu. Çar pəncahdə verdi səni haqq. Çar pəncahdə, 54-də, çar pəncahdə verdi səni haqq. 7 salündə yazıldı bu vərəq. Sənin 7 yaşın idi, bunun 54 yaşında oğlu olubdu. ...54 yaşında oğlu olubdu. Onun 7 yaşı olanda, yəni 61 yaşında bu kitabı başlayıb yazmağa. Pəs bu kitabı oğluna xitab yazır, nəsihətnamə, amma 61 yaşında. Hafт salündə yazıldı bu vərəq. Vətənim şəhri dilarayı rəha. Vətənim əlbəttə, vətənim deyil. Vətənim şəhri dilarayı rəha. Vaxti təhriri müəzzəm şəhəba. Ya müğərrəm ehtimalən. Vətənim şəhri dilarayı rəha. Vaxti təhriri müğərrəm şəhəb. Müəzzəm də ola bilər, müğərrəm də ola bilər. Bilmirəm bunu, hangisini oxuyaq. Çünki ğın üstündədir. Vaxti təhriri müğərrəm şəhəba. Nərəha nüsxəyə gülzar cinan. Nərəha nüsxəyə gülzar cinan. Səqəti rə'si xəlilür rəhman. Səqəti rə'si xəlilür rəhman. نرحنا غبطی چی خطن شام. نرحنا غبطی چی خطن شام. مظهری معجزه‌ای بردو سلام. Bir zaman Adrana-i İstanbul. Adirne-i İstanbul. Bir zaman Adirne-i İstanbul oldu 30 sal bana can nüzul. 30 ildə Adirne'də yaşayıbdı. İstanbulun Adirnesində. Bir zaman Adrane-i İstanbul, Adrane yazıbdı. Adrane. Ehtimalən şeirə görə yazıbdı. Ehtimalən də elə adı bu cürdür, bilmirəm. Bir zaman Adrane-i İstanbul oldu 30 sal bana
can nuzul. Lillahi elhamdu, lillahil hamdu, necə mənsəb cahə. Lillahil hamd, necə mənsəb cahə, məqam cahə məqam. Oldu bu bəndiyə ihsan ilah. Bağışlayın. Lillahil hamdi, necə mənsəb cahə, cahə, cahə. Oldu bu bəndəyə ihsan ilah. Qalmıb, qalpub, qalmıb. Bu nədir oxunacaq? Qalmapub. Ehtimalən qalmayıb gərək bunu oxuyaq. Qalmayıb sonra dəmaği dövlət. Qalmayıb oxuyaq, p oxumayaq bunu. Qalpub olmur, qalmpub. Ağırdır. Türkçə kəlmədə beləsi ağırdır, çox ağırdır. Yəni bu cür kəlmə yoxdur. Qalmayıb rahatdır. Amma qalmpub biraz ağırdır. Yəni türk dilində belə bir ahəng, belə bir səs kəlmədə olmaz. Yaraşmaz. Türk dilində kəlmələr, sözlər, hərflər bir-birinə yaraşar. Yəni musiqi kimi gərək su kimi axa. Əgər dura, qalxa, indiki bu kəlmə kimi o türk deyil əslində və yanlış yazılıbdır demək olar. Qalmayıb sonra dəmaği dövlət. Dəmağ burada düşüncə, hal, hövsələ. Hövsələ bu ki, dövlət işində olum yoxdur. Oldu muftadi günci üzlət. Günc, künc. Künci üzlət. Künc bizdədir. Ehtimalən konc sözü elə güncüdür. Künc olduğu üçün gedibdir, gedib olubdur, farsda işlədiblər. Oldu muftadi günci üzlət. Cəzəbi ab-ı həva oldu səbəb. Cəzəbə cəzb sözündəndir, çəkmək. Cazibə də bundandır, çəkmək. Dafiə də bunu itələmək. Cəzəbi ab-ı həva oldu səbəb. Əcəba ab-ı həva hər ikisi, mən orada da dedim, ab sözü, əb sözü. Ab sözü əcəba türkcəmi? Hava ki türkcədir. Amma ab sözü bunu mən soruşmaq istərəm. Cəzəbi ab-ı həva oldu səbəb, oldu aram cəhüm şəhri Hələb. Hələb şəhrində. Biləxərə 67 yaşında 30 ildə burada olubdu, ondan işdən çıxıbdı, gedibdi indi uşağı da olubdu, 54 yaşında uşağı olubdu, 7 il sonra da 61 yaşında başlayıb yazmağa, amma haradadır? Hələbdə, biləxərə o eytəraqi türbeyi əfruz əməl, əməl burada arzu. Eytəraqi, hər dədənin arzusu budur ki, o işə ki özü çatmır, onu balalar eləsin. Mənim dədəmin çox göylü var idi, mən döhtür olam. Ya mənim balalarımla biri döhtür olsun. Mütəəssifانə biz heç birimiz dədəmizin sözünə baxmadıq. Mənim balalarım da mənim sözümə baxmadılar. Yəni göylü var idi sonralar. Əvvəlki Ayətullah olmaq göylü var idi. Sonra göylü var idi ki, gedəm döhtür olam. Sonra da qızlarımı, oğlamı hey yalvarardı ki, gedin döhtür olun. Mütəəssifانə qəbul eləmədik. Sonralar bildik ki, bu döhtürlük bir işdir. Özü buna hər yerə getsən aparırsan. Dünyanın hər yerinə getsən özünü aparırsan və yaşaya bilərsən. Amma ondan sonra nə mənə iş olsa, dünyanın bir çox yerində iş verməz sənə. Fəhləlik bir yaşda ömür bir zərrə gedəndən sonra yuxarı fəhləlik iş verməz. Mən çox əfsus yeyirəm ki, dədəmin çoxlu sözlərinə baxmamışam. Mənim dədəm çox yaxşı idi, Allah rəhmət eləsin, qəni-qəni rəhmət eləsin. Eytəraqi türbeyi tərbiyi, eytəraqi tərbiyi əfruz əməl tərbə nədir bilmirəm, türbət deyil. Bəlkə də ola, amma tərbədir, burada dəstəli teyinə yazılıbdır və əməl də arzudur. Həbbi, həbbətü, həbbiyü, burada həbbiyü həzrəti haqqi əzzə və cəl. Həbbə burada həbb sözündən gəlir, yəni bağış, bağış. Həzrəti həccəlin bağışı. Həmdülillah nəsəbün alidir.
Burada gedir nəsəbin, yəni keçmişin ali adamlardılar. Çələbi ailəsindəndir də hər halda. Elm ilə cədd aban, cədd abün halidir. Elm ilə əbün, cədd əbün alidir. Cədd abad, burada cədd əb, yəni həm babaların, həm də dədən, elm ilə. Elm ilə cədd əbün halidir. Halları, onların halı elmləndir. Ya onlar düşünürlər elmi. Hal burada iki mənadadır da. Bir bu ki, hal elirlər, yəni hal kef eləmək. Hal elədik. Məsələn, Türkçədə hal eləyək, yəni kef eləyək. Hal kef halındadır. Deyir ki, elm ilə cədd abın halidir. Bir də hal da ki, yəni dünən mənasını demişəm, bu gün də o halın bir ayrı mənası gəldi burada şeirdə. O dedi, mən də yadıma düşdü ki, bəli, hal eləyək, yəni kef eləyək. Məsələn, o şey ki, ingiliscə deyirlər nə mənə? Fun. Onun türkcəsi haldır. İndi onun neçə gündür bunu axtarırdım. Bəlkə onlar bir aydır ki, deyirdim ki, bu fun sözünə türkcə nə deyirik? Bunlar hər yerdə, məsələn, biraz xoş keçir. Deyirlər ki, xoş, məsələn, mən öz-özümə deyirəm, bu farscadır. Ona görə buna çalışırdım ki, bir türkcə tapam. Deyirdim ki, bu fun sözünün, məsələn, görürsən ki, iki nəfər oturub bir-birinin yanında, məsələn, bir coç deyirlər, deyir, fan elədik. Bir kitab oxudu, fan elədim. Nə bilim, bir filmə baxdılar, fan elədik. Bir şey içdilər, bir şey yedilər, fan elədik. Toya getdilər, fan elədik. Sinamaya getdilər, fan elədik. Mən bunu hey düşünürdüm ki, bu fan türkcə nə olar? İndi gördüm ki, hal. Bunu mənim oğlum gəlinimə əslində öyrətmişdi. O da hal deyərdi. Amma ya o hala hal deməzdi, elə bir kef deyərdi. Yadımda deyil. Fikrim hal deyərdilər. Hal elədik. Hamdülillah, nəsəbin alidir, elm ilə cədd əbün halidir. Gərçi balası bilinməz amma. Balası yəni dibi, kökü. Bala burada, balanı mən qabaqcan demişəm, bala, üst. Bəla, mən əvvəllərdə deyərdim ki, bəla sözündəndir. Evlad bəladır dədənəniyə, amma sonra gördüm ki, o deyil. Bal sözündəndir, bala. Və bu o şəkildə. Gərçi balası bilinməzdir, gərçi kökü, balası bilinməzdir. Nəbinin mərtəbədir həbbi uləma. Nəbiyyin mərtəbədir mərhəbədir həb uləma. Həb burada yəni həmişə. Nəbinin mərtəbəsindədir həmişə uləma. Uləma deyir ki, peyğəmbərin, nəbilər, əlbəttə peyğəmbər yox, rəsul yox. Nəbilər mərtəbəsindədir. Leyk bu qədər abu cəddən sənə sud. Leyk yoxdur əbu cəddən sənə sud. Orada bir şeydir də, ayət də vardı, fikir edirəm ki, o ayəni burada gətirib belə. Leyk yoxdur əbu cəddən sənə sud. Sənə bir faydası yoxdur, sudu yoxdur. Sud ehtimalən türkçə sözü ola. Gedən it mərtəbəyi fəzlu suud. Kəndün et. Kəndün et mərtəbəyi fəzlu suud. Əgər üstə çıxmışsan, fəzilətli olmaq istəyirsən, özün elə. Burada bir gözəl bir bəhs açılır. Dostlar, məsələn, gözəllik kimin əlindədir? Öz əlimizdə deyil. Hə, indi əlbəttə gedirlər, məsələn, döktürə, bunları standart edilir. Orada onun öz əlindədir. Qazanır da, gedir, qazanır. Amma gözəlliyi uşaq nənədən olanda gətirir özü ilə. Gözünün rəngin, boyun, qəddin, yoğunluğun, arıqlığın, ağlığın, qərəliğin, bu uşaq bunu özü ilə gətirir. Hətta huşun. Ağlın yox, huşun. Huş o yerdir ki, saxlır da. Yəni deyək, bir şeyləri görürsən, yadında saxlırsan. Onlar bizim öz əlimizdə deyil. Onlar biz qazanmırıq. O bizim ona iftixar eləmək olmaz. O da əlbəttə bir milacdır, amma iftixar eləmək olmaz. İftixar niyə edirsən? O şeyə ki, özün qazanmısan. Özün qazanmadığın bir şey sənin deyil, əldən gedə bilər.
Məsələn, təsadüf eləyə bilərsən, yana bilərsən, falan ola bilər. Bunlar əldən o gözəllik, o boy, o buxun, o gözəl, o qıç, o qol sınar, əzilər, dağılar, qırılar, gedər. İndi fəzl nədir? O şeydir ki, özün qazanırsan. Məsələ budur ki, insanlar qazandığı ilə bir-birlərini tapmalıdırlar. Görürsən ki, birinin arvadı ya əri döktürdü. Deyir ki, xanım döktür, ağay döktür. Ağa onun arvadı qazanmayıbdı ki, əri qazanıbdı, ər döktürdü. Ya arvad döktürdü, ərinə nə rəbti var ağay döktürdüysə? Özgənin atına minirlər. O fəzl deyil qazanmısan. Sənin erkəkliğin ya dişi olmağın sənə fəzli gətirmir. Saçı uzun olub olmağı, üzündə xalıb olub olmağı, nə bilim burada bir nəmənəsi olub olmamağı, nə bilim buran şişib olub olmaq, dodağı yekəliği, tişçiliği sənə fəzli gətirmir. Təbii ki, şəhvəti çəkər sənə tərəf. Amma fəzli gətirmir. Fəzl nədir? O şey ki, qazanasan. Qızlar ya oğlanlar, fərq eləməz. Hər ikisi deyir ki, gərçəksən qazanasan. Özün qazansan, özü üstə çəkərsən. Kəndün et mərtəbəyi fəzlu, suud üstə çəkməyi. Əsli məmduhi sin ey sün-i xuda. Əslin yaxçıdır, kökün yaxçıdır. Amma ey sün-i xuda. O əsli olan eyləməz əlbəttə xəta. Hər kəsin əsli düz olsa, xəta eləməz, yoldan çox çıxmaz. Amma əsli pak olmayanın, əsli düz olmayanın görərsiniz ki, əlinə fürsət düşəndə orada deyir da, o şairi, fars şairi deyir ki, ya Rəb rəba mədar ki gəda mütəbər şəbəd, ki gər mütəbər şəbəd, xuda bi xəbər şəbəd. Allah eləmə ki, dilənçilər mütəbər bir adam olurlar, iş başına çıxarlar. Ki bunlar iş başına çıxsalar, dünyanı bir-birinə vururlar. Xameyni, bu adam nədir? İnsanları edama verdilər fulana bəhmana ki, bunlar toylarda toy tuturlar, qızlar, oğlanlar, gəlinlər baş açıq orada, oğlanlar, kişilər oynurlar, məclislərində musiqi çalınır, musiqi dəstgahlarını yandırdılar, adamları tutdular, zindana saldılar, abrılarını apardılar, ruhların, ailecən onların ruhlarına şikəncə verdilər. Yəni bir nəfər ki, tutulur, onun ailəsi şikəncə çəkir, qorxuya düşür. Bunlar dadı qaha çəkdilər, mühakimə elədilər, zindan verdilər, cərimə verdilər, başlarına oyun gətirdilər. İndi görürsünüz ki, həmanların öz məclislərindən film çıxır ki, 1 milyard, əlbəttə bir deyirlər 100 milyard ya 1000 milyard oxudum, bir də oxudum 1 milyard. 1 milyard hoteldə pul xərcləyib gəlinə fəqət hotelə pul verib gəlinin şeyinə, yəni qızın ki ərə verirdi, onun fəqət hotel pulusu 1 milyard 100 milyon eləyibdi. Alba bir yerdə də oxudum ki 1000 milyard. Yəni xəzinə, kullə xəzinə qızının toyuna 1000 milyard. Adam da şeydi, Əhvazda doçərxə şagirdiymiş, doçərxə məğazəsi var imiş, çərx məğazəsində şagirdlik elirmiş. Bir çərx pəncər olanda gətirirmiş onu, məsələn, təyərin dəyişsin, onun pəncərini tutsun, məsələn. Oradan bir adam gələ bu günləri qızının toyunda 1 milyard hotelə pul verə. Bunun da orada xərclənən pul, ya toplanan pul 1000 milyard ola, wow. Və qızın özünün deyirlər ki, İranda olan şirkətləri heç, Avropada, Amerikada 2 dənə böyük şirkəti var. Ki, oğlunun da bilirik ki, məsələn, gəmiləri var, nəft daşıyır. Oğlunun da 24-25 yaşı var, gəmilərlə, indi 10 dana, 20 dana, 50 dana gəmisi var, nəft gəmisi. Ondan gəmi daşıtdırır dünyaya. Özü oturubdur, kefin elir, amma onun içində yüzlər adam işləyirlər ki, bu nəfti daşısınlar bu yüzdən o yüzdən bu yüzdən. Əsli məmduhi sən ey sün-i xuda, sənin əslin düzdür. Əsli düz olmayanın vay halına. Allaha şükür olsun, mənim evladlarım, özüm, dədəm, nənəmin əsli düzdür. Əsli olan eyləməz əlbəttə xəta. Burada çox şey.
Əsli olmayan hər işdən çıxar. Hər işdən. Puldan ötürü özündə satar, fahişəlik dilər. Fərz edilməz kişi olsun, arvad olsun. Onun fahişəliği arvadlara bağlamayaq. Fahişəlik elər, özünü satar, oğurluq elər, dilənər, hər nə desin elər. Amma gedər özgələri satar. Bizim uzaqdan bir familiyimiz var. Buna görə ki, bir dövlətdən bir hüquq alsın, bizi döydürtdü və bizi tutturdu. Mənim başımın çox oyunu gəldi, onun başının altındadır. Belə insanlar da var. Əsli düz olmayan, əsli düz olan gedir edama, deyir ki, bax mən edam olmam, amma xiyanət eləmərəm. Bu çox mühümdür. Bir iddə insanlar getdilər, qoşuldular müzahidin xəlqə. Fədailərə, tudəyə, ora bura. Getdilər edam olanda, dedilər, tövbə elə edam yox, tövbə eləmirəm. Mənim düşüncəm budur. Amma bir iddə adam da getdi, yapışdı paslara, bunu vurum, onu öldürüm, bunu sui-istifadə edeyim, ondan pul alım, bundan kəsim, ondan kəsim. Yəni, hərə bir yerdə kəsim. Baxın, bunlar ki, indi məmləkəti çapırlar ha. Bunlar həmin əsliləri pak olmayandır. Onların əsli yoxdur. Allah bilir, mən demirəm ki, bunlar vələdüz zinadırlar, amma əsilləri bəlli deyil. Haram çörək yemiş olar, dədələri, nənələri haram çörək gətirmiş olar, haram çörək yemiş olar, zinaya mübtəla olmuş olarlar. Nə bilim, hər bir şey ola bilər. Hər nə var cəvhər zati bəndə, cümlə-i məcmu-i muhayya səndə. Zat məndə, cəvhər səndə. Hər nə var cəvhər zati, o əsl məsələ məndə var. Cümlə məcmu-i mühəyya, hamısı da səndə mühəyyadır, hazırdır. Ərəbcə sözdür mühəyya. Səndə əxlaq-ı mədayih çoxdur. Mədayih yəni sevməli. Əxlaq səndə çoxdur. Səndə əxlaq-ı mədayih çoxdur. Lillahil həmdü, zəmayim yoxdur. Zəmayim pisliklər, qəbihlər, sevilməmezliklər. Buyi xolq-ı hüsnün ətridir. Buyi xolq əxlaq, davranış. Buyi xolq hüsnün ətridir. Gözəlliğin ətri əxlaqdır. Əgər bir xanım ya bir cavan oğlan gözəldilər, dedim qazanmayıblar ki bunu. Onun ətri nədir? Əxlaqdır. Əxlağı olmasa səndə asar-ı ədəb fitridir. Ədəbin asarın deyirsən, zatından gətirmirsən, dədənənəndən gətirmirsən, cəddabadını. Adamlar gəlirlər, məsələn, indi burada biz belə kitab oxuruq da, altında söyüş yazırlar. Mən buna nə deyim? Deyirəm, qoy hürsün da, nə deyəcəkdim, məsələn, özünə layiqdir bunlar, mənə layiqdir. Hətta dostlar deyirlər, sil, bağla, deyirəm, qoy gəlsin, özün görsəsin. Hər kəsin, mən özümü görsədirəm, o da özünü görsədir. Mən də riya edirəm, o da riya, o da gəlir özünü görsədir, mən də özümü görsədirəm. İki adamlar baxanda demirlər ki, bunlar ikisi bir qabdadırlar. Bu bir tərəfdədir, bu bir tərəfdədir. Feyz-i haqdən ərişür imdad. Feyz-i haqdən ərişür imdad. Kətəbə hacət qövməz istidad. Kətəbə kitaba. Kətəbə kitaba. Hacət qoymaz, hacət qalmaz, qoymaz, qoymaq sözündən gəlir. Qoymaq. Qoymaq əncam dadəndir. Qoymaq farsca. İstidadun. İmdadun, istidadun. Ehtimalən belə oxuyacaq. Etsin Allah səni bərxudar. Cidi Farsiyə. Etsin Allah səni bərxudar. Bizdə bu işlənir. Qəradağda da bərxudar işlənir. Cidi Farsiyə olub bərxudar. Etsin Allah səni bərxudar. Tütəsin ömrü səbiidə qərar. Səbi kiçiklik. Tütəsin ömrü səbiidə qərar. Leyk o mənaya ki ənfas pədər
لیک او معنایه که انفاس پدر اده اولادinə تأثیر دیگر. O mənaya ki, dədənin nəfəsləri, istəyi, düşüncəsi övlada təsir eləyər. Gözəl duadır. Etmədiyi üçün sana o bizə cuş, avizeyi cuş. Etmədiyi üçün sana avizeyi cuş. Olmaq üçün sana sərmaye huş. Etmək üçün, etmək eləmək üçün. Etmək üçün sənə aviz, bunun ki sənin qulağına avizə olsun. Avizə, biz nə deyirik buna? Sırğa. Etmək üçün, buna görə ki sənin etmək üçün, yəni buna görə ki sənin qulağına aslansın, qulağında qalsın. Etmək üçün sənə avizeyi cuş, olmaq üçün sənə sərmaye huş. Kavəşi neşəyi əndişə eylə. Kavəşi, kavəş, kavuş sözü bundan düzəlmiş olacaqdır. Kavəşi ki avəş, gətirmək. Kavəşi neşəyi əndişə eylə. Kav qələm tişə eylə. Kav qələm şeylə. Kav که او kimi olacaqdır. Kav qələm ehtimalən biri kav qazmaq mənasındadır. Kav qələm tişə eylə. Çıxarıb mədəni dildən yeksər ya yekər. Çıxarıb mədəni dildən yener. Rişteyi nəzmi çıxıb tarə cəhər. Tazə cühər. Çıxarıb mədəni dildən yener. Yenmək, inmək. Çıxarıb mədəni dildən yener. Ürəyimizdən çıxardıq sözlərimizi eşiyə, beynimizdən. Rişteyi nəzmi çəkib, nişteyi nəzmə çəkib tazə cühər. Eylədim nəzmi nəsihət təhrir. Ki edə didə-i idraki qərir. Kisveyi nəzmə qoyduqda xamə. Kisveyi nəzmə qurduqda xamə. Eylədim namini xeyri namə. Adın qoydu xeyri namə. Pəs bu kitabın adı nədir? Burada qoyublar nəsiyyətnamə. Əslində bu xeyri namədir. Eylədim namini xeyri namə. Xeyri namə. Eylədim namini xeyri namə. Həzəri can eylə. Kəf izzət ilə. Kəf-i izzət ilə. Ehtimalə beləsi yoxsun. Həzər də rez ilə yazılıbdır. O ki dal zeynə yazılır, o deyil, amma həman məniyyədir. Həzər can eylə. Kəf-i izzət ilə. İzzəti saxlaya. Həzər ilə canını da qoru. Həzəri can eylə kəf-i izzət ilə. Bağla yazuvi dilə rəğbət ilə. Yazuvi, yəni yazıvi. Bağla yazuvi dilə rəğbət ilə. Hər zaman istərəm ey can pədər. Ola ey avizə quşun bu cühər. Hər zaman istərəm ey can pədər. Ola avizə cuşun bu cühər. Bunu nazın tutəsən can güzər. Canın gedər. Bunu nazın tutəsən canın gedər. Bir dəmə irmiyəsin yanından. Bir də ayırmayasın. A qoyubdu üstünə. Bəli. 2 dənə A yazıb yəni əslində. Bir dəm ayırmayasın yanından ta məhşər ola feyz cari. Həm sənə həm oldu qeyrə sari. Ehtimalən olə. İdən başa. Həm sənə həm oldə qeyrə sari. Ehtimalən olad
mənisinə yazılıbdır. Yəni şeirdə biraz sındırıb şərəbi. Həm sənə, həm olad qeyrə sari. Ya ola da qeyrə sari. Bəlkə belə yazılıbdır, amma hər halda içində də şeirdə sındırıbdır. Ta quşadə ola bu xanə al, ola nemətdə tiflin ətfal. Səndəxi ta bu ne'amdən yiyesin. Səndəxi ta bu ne'amdən yiyesin. Yadgari pederimdir diyesin. Səndəxi ta bu ne'amdən yiyesin. Yadgari pederimdir diyesin. Ruhimi lütfiyle yad edesin. Bir dua ile beni şad edesin. Allah dedeme rahmet eylesin. Ey sahi serv ziyaban şuhud. Ey sahi serv ziyaban. Biyaban kimi yazıb? Ziyaban. Ziya, ziyaban. Biyaban. Ey sahi serv ziyaban şuhud. نو خرامنده بستان وجود. نو خرامنده بستان وجود. عالمین مشغله سیندن اقدم. عالمین مشغله سیندن اقدم. budur insana ahammül elzem. Budur insana ahammü elzem. Edüb əncam umurin tədbir. Eliyə xaniye din təmir. Əvvəlinci nəsiyyəti budur. Oxu, bu kitabları saxla, faydalan, özvə də, ailəndə də qalsın, özgələrə də xeyir olsun. İkincisi nədir? Özvə məşğəl elə bunu. Her şeyden önce budur insanın əhəmmü əlzəm. Edib əncam umurin tədbir. Umurun, işlərimin, gələcəğin, sonun görüklə. Tədbir elə indidən. Ki, nəcür olacaq. Eylə xaniyə dinin təmir. Ondan sonra da dinivi təmir elə. Dinivi yetiş. Qoyma xarab olsun. Etdi əndazı-i hikmətlə qiyam. Etdi əndazı-i hikmətlə qiyam. Ondan sonra fəlsəfiyə üz apar. 5 ərkan-ı binayı İslam. 5 dənə da İslamın rüknü var. Bu bina içrə olan rahətdir. Türresi ya yazdı afətdir. Bilmirəm bu türresi nə olacaqdır. Tişərəsi, bağışlayın, şı geri oxuyaq. Təşərəsi, eşiyi, tişərə, dışarı, təşərə, dəşərə, t-lə d bir-birinə çevrilir. Təşərəsi, pazdehi afətdir. Pazdehi afətdir. Pazde ehtimalen padzehr için bir şeydi ama o değil. Pazdeyi. Her halde pazde yazılıb. Təşərəsi pazdeyi afətdir. Bu bina daxilidir. Dar-ı nəim. Bu bina daxilidir. Dar-ı nəim. Xarici nahiye nar-ı cəhim. İslamın içinə girir. Ondan eşiyə çıxsan cəhənnəmdir. Nar-ı cəhim. Daxili əhli bidayətdir həb. Bidayət başlanış. Daxili əhli bidayətdir həb. Həmişə bunlar başlanmaq halındadılar. Həmişə bir işi başlayırlar. Durmurlar, sakit deyirlər. Ona görə deyib ki, hər kəsin 2 günü bərabər olsa, bu adam bir şey əldən veribdir. Onu da hədisi yadımda deyil. Daxili əhli bidayətdir həb. Həb yəni həmişə. Həb həmişə də ehtimalən bundan düzəlmiş olar. Xarici əhli qəvayətdir həb. Qəv yəni
qəb sözündən düzəldəcək ehtimalən. Şeirdə bunu biraz danışır. Yəni məğbun olan, zərərli. Xarici əhli qibayətdür həb. Fərzüdür etmə səqin fəut salat. Fərz vacib. Fərz bizim dilimizdə bir ərəbcədən gəlir fərz. Bizim dilimizdə fərz sözü vacib anlamındadır. Fərzüdür etmə səqin, sağın, sağın, hətmən. Sağın hətmən mənasındadır. Sağın, dayan, eləmə. Etmə səqin, fəut salat, sağın. Burada sağın hətmən mənasındadır. Amma mənfi gəlir cümlədə. İqtidarın var isə həcc zəkat. İqtidarın əgər imkanı malın olsa, həcclə zəkatı da tərk eləmə. Qıl dəruni nasindən tək tazə. Qıl dəruni ənasindən, ənəlikdən, mənlikdən, mən deməkdən. Qıl dəruni şayət də ədasından tək taz. Qıl dəruni mən bunu ənəsindən oxuram, ayrı bir şey oxuyamıram. Qıl dəruni ənəsində tək taz. Birinin futinə göstərmə cəvaz. Hökmü vermə biri öldürə. Birinin futinə göstərmə cəvaz. Olma gərdənkeşi fərmanı qəni. Qəninin fərmanının gərdənkeşi sən olma. Boynuva alma. Onun günahlarını sən boynuva alma. İran doludur bunlarını. Bəsicilər, pastarlar, idarədə işləyənlər, hakimlər, yəni qazilər, dadgahlarda, hökm verənlər, zindan məmurları, şikəncəgərlər, müəllimlər. Olma gərdənkeşi fərmanı qəni. Hər nə əmr etdi isə asla ani. Aslamaq, saxlamaq. Asla, yəni bir yerdə aslandır, qoy qalsın. Əgər gərdənkeş bir zalim hökm verdi, hər nə əmr etdi isə asla ani, onu saxla, əməl eləmə. Möminə xilqəti dindir qat-qat. Möminə xilqəti dindir qat-qat. Vacibat sənin məndubat. Vacibat sənin məndubat. Məndub görək nədir? Bunu ərəbcə yazıbdır, mən bunu bilmədim. Görək ki, məndubat. Məndubat. مندوبات. کلمه مندوبات جمع تشییر به شکل عام الى کلمه مندوبات جمع تشیر به شکل عام الى من یطلب الیه فعل شیء ما. İşarə eləyir, bu kəlmə məndubat işarə eləyir ammıdır, yəni bir şəxsi deyil, amma ammıdır. İşarə eləyir ki, bir nəfər səndən bir cürə bir iş istir. Bir iş istir. Hər nə işi ola, o işi istir. Bunu deyir. Tamam, pəs burada o deyir. Möminə xilqəti dindir qat-qat. Xilqəti din, xilqət burada yəni o paltar, o giyim. Misal xilət. Mən burada o məni yoxuram. Xilqət də yerə əxlaq, o mənada. Amma mən dedim, nə mənidə oxutdum, budur. Möminə xilqəti dindir qat-qat, yəni mərtəbə. Neçə qat, çox, neçə bərabər. Möminə xilqəti dindir qat-qat, vacibat sənin məndubat. Vacibat sənin nəyindir? Məndubatındır. Yəni o işdir ki, istənib səndən. Sirri var, hər birinin hikməti var. Sirri var, hər birinin hikməti var.
xatirə gəlməz necə xasiyyəti var. Xatirə gəlməz xatirə. Xatirə gəlməz. Xatir sözündəndir. Xətər. Xatirə gəlməz necə xasiyyəti var. Eyləmiş Həzrəti Vəhhab Kərim. Hər birin vasitəyi lütf əzim. Çox qənidir sənin əmalündür. Çox qənidir sənin əmalündür. Yenə sənsin, yenə yeyəcək malündür. Yenə sənsin, yeyəcək, yemək. Yeyə iki şeydir. Mən onun yeyəsiyəm, yəni onun sahibiyəm. Məsələn, mən bunun yeyəsiyəm. Yeyə, yəni bunun sahibi. Sən eyni halda yemək, yeyəcək, yemək. İkisi bir şeydir. Çünki biz nəyi yeyə bilərik, o şey ki, onun malıyıq. Türklər bunu çox ciddi düzəldiblər. Çox gözəl düzəldiblər. Və indi mən bunu düşünürəm. Yeyəcək, yəni o şey ki, mən onun malikiyim, onu yeyə bilirəm. Özgənin malını yeyəmərəm. Niyə yeyirəm? Çünki bunun sahibiyəm. Yemək və yeyəlik və yemək. İkisi bir kəlmədəndir. Yəni sahib olmaq. Yemək də odur. Yeməğa da mən sahibəm. Niyə riba yeməli deyil? Çünki onun mən sahibi deyiləm, onun özgə sahibidir. Yenə sənsin, yeyəcək malikidir. Yiyəsi, ya yiyən malikisən. Yiyəcək malikidir. Yəni sən onun, o adamsan ki, onun yiyəsisən. Həm sahibisən, həm maliki burada işlətdiği üçün orada yemək anlamındadır. Xordən. Yenə sənsin yiyəcək. O kəsi ki, bunu yiyəcək, o kimdir? Malikidir, sənsən, onun sahibi. Çünki o işləri sən görürsən, onun sahibi sənsən ki, onu sən yiyəcəksən. Sana raci olur ey bəhri maak. Maak ya maal. Ehtimalə bəhri maal qeytmaq. Bənün bədhərənə edərsən əmal. Nik و bad hər nə, nik. Əlbəttə burada nəyk yazıb elədir. Nəyk و bad. Nəyk و bad hər nə edərsən əmal, sahibi xəms ola ey pak məniş. Mənəş. Sahibi xəms ola ey pak mənəş. Belə sən xəms mübarək nə imiş. Biləsən xəmsi mübarək nə imiş? Xəms, xums ehtimalən gələcəkdir, o mənaya gəlir. Biləsən xəmsi mübarək nə imiş? Xəms, dedim xums indi biz deyirik, xəms, yəni 5-dən 1. %20. Xəms odur, %20. Ol lazimi dini mübin. Ey nəhali ki mən əfruz ədəb, ey fərəh bəxş dil و دیدی əb et şəhadət oləsən əhli şühud. Baxım görüm ki, nə qədər oxumuşuq. 2 saata azalır. Buradan gedək. Hər 50 səhvədən bir səhvə oxuyuram da qutaraq. Gedək səhvəyə 50-yə. Tamam, bu səhvə 50. Eşidən rəğbət ilə cuşə gələ. An nəql eyliyələr şəhri be şəhər. Şeir biraz yarımçılıq oxuduq ona görə. Bu gül gibi aça sinələrdən gedə, rəh çiynələri gedərə. Sinələrdən gedərə. Sinələrdən gedərə. Getmək, yəni bilirik ki, yəni rəfdən. Gedərmək, yəni feil mütəəddidi, aparmaq. Birini aparırsan zoruna. Məsələn, polis birini tutub gedirir, onu aparır.
Cədərə. Cədərmək feili mütəəddidir. Cədərə çiynələri, sinələrdən gedərə çiynələri, müjdeyi vəsl çibi guşə gələ, cuşə. Müjdeyi vəsl çibi cuşə gələ. Cuş ehtimalə həman künc kəlməsindən düzəlmiş ola, bilmirəm. Eşidən rəğbət ilə cuşə gələ. Anı nəql eyliyələr şəhr bə şəhr, qala aləmdə məsəl dəhr bə dəhr, böyle olursa latifə gözəl, böyle olursa latifə gözəl, olmasa tərkini bil xeyr əməl. Xeyr əməl. Olmasa tərkini bil xeyr əməl. Eyləmə kimsəyi zəmm-u qeybət. Eyləmə kimsəyi zəmm-u qeybət, eybidir əqli olana bu sifət. Əqli olan özgəni zəmm eləməz, danlamaz, qeybət də eləməz. Arxası əqli olan bunları eləməz. Zövqi yox, aləmi, boq ləzzəti yox. Zövqi yox, alimi yox, ləzzəti yox. Zövqi yox, aləmi yox, ləzzəti yox. Kühəni qeyri məasidir. Günəhi qeyri məasidir çox. Günəhi qeyri özgənin günahıdır. Sən alırsan boynuna. Məasidir çox. Dostlar olmayaz səndən əmin. Dostlar olmayaz olmaz. Şeirdə belə silibdir. Dostlar olmayaz olmaz. Dostlar olmayaz səndən olimaz. Bağışlayın. Oli olmaz. Olimaz. Dostlar olimaz səndən əmin. Namın anləsə edərlər həzin. Namın anləsə, namın ortaya gəlsə, anılsa. Anılmaq yəni xatirə gəlsə, dilə gəlsə. Namın anləsə, anılsa, edələr həzin olalar, narahat olalar. Zəmm-i qeybət edər əhlin bədnam, bəhrəmənd olduğu bu qədər zamam. Sən haqq səni hifz edə ol dəğdəğədən, ola sadə dil asudə bədən. Ola sadə dil asudə bədən. Dəğdəğə Türkçe sözdür zahirən. Dəğdəğə. Dığa. Dığa bir sözdür. Məmulən çox üzlü adama və simic adama dığdığa deyirlər. Bəlkə bu dığdığa sözü gedib olub dəğdəğə. Şərəf nədir? Bu kəlməni oxuyaq. در بیان شرف لطف و کرم. ey anke dur مرایای usul. Maraya görünən. Naziri mənzəri rəddi qəbul. Kün kəc nigahi eyləmə həmsayələrə. Kəc nigah eyləmə. Get ehtimalənən baş ola. Get nigah eyləmə həmsayələrə. ehtimalən başqa cür də oxumaq olar. Get nicah eyləmə həmsabirlərə. İltifat ilə nəhyu ayələrə. İltifat ilə nəhyu ayələrə. İmtizac ilə gözət haqq cəvar. Çəkməsin kimsə yüzükdən azar. Yüzündən yəni. Yüzük. Burada n oxunacaq ki, k. Çəkməsin kimsə yüzündən, sənə görə, sənin üzündən. Yəni üzündən, yəni sənə görə. Çəkməsin kimsə yüzündən azar. Yazlığımıya baz etmə dəhən. Yalqızlıqmiyə
yalnızlıqmiyə baz etmə dəhən, yalqızlığa ağzını açma. Hissi bu arayət yedü təmidən. Bunu yedükün. Hissi bu irayət yedükün təmidən. Eylə hacətləri düşdükcə rəva. Eylə hacətləri düşdükcə rəva, sayə-i ki eyliyə məlaz zəəfa. Məlazi zəəfa. Bilmədim bu məlaz nə deməkdir? Məlad deməkdir. Məlad desək, məlad yaxçı olar məsələn. Sayə ki eyliyə məlati zəəfa. Kimsə buğzu vədə etmə. Ədavət etmə. Kimsəyə buğzu ədavət etmə. Tərk asayişi adət etmə. Özgənin asayişini tərk eləməyi özünə adət eləmə ki, özgənin asayişini aradan aparasan. Qəzəbu hiddətü kin göstərmə. Şərəf bunlardan ibarətdir ha. Qəzəbu vəhdətü kin göstərmə. Kimsəyə çin و cəbin göstərmə. Kimsəyə çin و cəbin göstərmə. Hüsn hal ilə geçin hər kəs ilə. Hüsn hal ilə geçin hər kəs ilə. Xoş dil ol hər kəs و hər nakəs ilə. Xoş dil burada sözlər, söz deməkdir. Zir dəstanini azar etmə. Zir dəstanini, zir dəstan, əl altında işləyənləri. Zir dəstani, dəst sözü dedim ki, nəzərə gəlir ki, türkcədir. Zir dəstanini azar etmə. Sərdi təklif ilə bizar etmə. Sərdi təklif ilə bizar etmə. Sərd türküdə yəni bəməni sərma, soyuq deyil. Sərma farsça soyuq deyil. Sərd türküdə yəni möhkəm, xəşin, səxt. Sərd təkliflə با əmal şaqqə tərcümə eləsəm ərəbiyə əmalun şaqqə. Əmal şaqqə ilə adamları bizar eləmə. Onlara ağır iş verməklə. Sərd təklif yəni vəzifə, iş. Mənim təklifim bugün nədir? Sənin təklifin nədir? Yəni işim, nə iş görəcəyəm? Bərnamən. Sərd yəni xəşin, ağır, səxt farsça desək. Sərd tərkib. Görsə sərd sözü ağır olduğu üçün farslılar apardılar bunu soyuq anlamında işləyirlər. Hava sərdidir, yəni hava çox ağırdır, pisdir. Sərd sözü türküdən gedibdir farsıya. Farsıda elə həman anlamda işlənibdir. Hava sərddir. Yəni hava ağırdır, pisdir, xəşindir. Amma biz orada onu nə hiss edirik? Soyuq hiss edirik. Orada işlədiblər. Bizdə də onu işlədə bilir. Hava sərtdir dedim də, yəni çox da şeydir. Sərd təklif ilə bizar etmə. Olmasın kimsə büzündən dərhəm, yüzündən dərhəm. Dərhəm olmaq dirhəm deyil. Dərhəm olmaq yəni büzüşməsin, yığışmasın. Adamlar deyirlər, ha birin qabaqda yığışır, büzüşür, onu deyir. Olmasın kimsə yüzündən dərhəm. Xəlqin bəndəsi ol bul aləm. Xəlqin bəndəsi ol bul aləm. Əgər özünü aşağı görsətsən, xəlqə bəndə olsan, aləm sənin olar. Bul aləm. Cor ilə kimsəyi bizar etmə. Cor zülm, sütəm. Cevr ilə
cəvr ilə kimsəyi bizar etmə. Sana cevr etsə də azar etmə. Əgər biri sənə cəvr eləsə də, cəvr yazıbdır da, cevr yazmıyıbdır. Cəvr etsə də, ehtimalən bu kəlmə türkçədir. Cevr türkçədir. Zülm yazmıyıb. Görürük ki, zülm yaza bilərdi. Türkçə yazıbdır. Sana cevr etsə də azar etmə. Azar ki, bilirik türkçədir. Cavr da türk olsa da ala. Yar ol dost ilə, dostlərə yad olma. Yar ol düstlərə, düstlərə. Yar ol düstlərə yad olma. Yar və yad. Yarı demişik ki, nədir? Parçası, yarısı. Yad nədir? Yad özgə. Eyni halda yadımda. Burada. Yəni bu mənlə yadım ayrıdır. Yadımda yəni burada. Yaddaş da buradan gəlir da. Yaddaş, yəni yadımdadır. Yad bəs iki mənası var. Biri xatır, xatir, xatir, xatır. Biri özgə, yad. Bir də üçüncü mənası nədir? Yadımda olmaq. Yəni yenə xatırımda olmaq, huşumda, fərasatımda olmaq. Tutmaq, fərasatımda tutmaq. Sana cevr etsə də azar etmə. Yar ol dostlar ilə yad olma. Suy xalq ilə dil azar olma. Suy xolq əlbəttə burada gəlir. Yox, xalq yazıbdır. Su burada ərəbcə sözdən gəlir. Yəni pis. Pis xalq ilə yəni əxlaq. Pis xalq ilə dil azar olma. Əlbəttə burada xalqı insan da demək olar, adamlar. Pis suy xalq ilə dil azar olma. Kimsənin cəvri ilə canın sıxma. Kimsənin cəvr ilə canın sıxma. Sıxma. Sıxmaq fişar dadən. Sağınmaq da bundandır da. Sağın yəni çəkil. Dalı dur. Sıxma. Hətmən. Çox yerdə hətmən kəlmə yerinə işlənir. Sıxma. Kimsənin cevr ilə canın sıxma. Xatirin yanmağa səy etmə. Yığma. Xatirin yapmağa. Yapmaq yəni şey. Əncamdadan kar. Farsça desək. Xatirin yapmağa səy et. Yıkma. Onun xatirin. Dedi, xatir burada şey olur. Yadın tayıdır. Qardaşıdır. Xatirin ona xatir. Sənə xatir. Yəni şey. Xatirin bu xatir bizdə başqadır. Xatirin. Sənin xatiri və. Yəni sənin hürməti və. Sənin xətiri və. Bu da işlənir. Xatir və xətir. Hər şey işlənir. Xətər sözü də ehtimalən buradandır. Xatırdandır elə. Xətir. Xətər sözü buradan gəlir. Ehtimalən xətər sözü də buradan gəlir. Yəni, məsələn, xətəri var, yəni ki, sənin xatiri istəyirəm da, o şey olmasın. Sən təhlükədə olma. Ona görə. Xətər, yəni, həmin xatırı istəyirəm. Yəni, sənin ərzişin var. Mənim yanımda çox qiymətlisən. Xatirin tapmağa, xatirin yapmağa səy et. Onun xatirin düzəltməyə, onun xatirin yaxşı saxla. Yıxma, onun xatirin yıxma. Ayaq altına atma. Kimsəyə müddəi olma, zinhar. Adamların əleyhinə iddiaya girmə. Müddəidən səni saxlar səttar. Səttar, yəni o adam ki, çox eyblərin üstünü örtər. Allahın sifətidir. Hər kəs də əlbəttə özünün və özgələrin eybin, iradın, günahının üstünü örtər. O da, məsələn, gördük biri zina edir. Gözümüzü örtürük, gedirik və ağzımıza gətirmişik ömür boyu. Oluruq səttar. Yoxsa Allahın əmrinə, əgər onun üstünü açsaq, onda biz
Allahın yanında selamun aleyküm aleykümselam. Allahın yanında günahkar olur. Özümüzün də yanımızda günahkar. Çünki insanların yanında biz birinin sırrını niyə geri açaq? Biri gördü sən zina edir. Nə rəbti var mənə? Öş geç. Hətta arvadın olsa, əlin olsa, oğlun olsa, qızın olsa, gəlinin olsa, familin olsa, özgə olsa fərq eləməz. Üstün ört get. Sənin məsuliyyətin yoxdur. İnsanlar öz canlarını məsulidirlər. Hər insan öz canının məsulidir. Özü təslim tutar ki, mən bu canımla nə edəcəm? Burada bir məsələ var. İki nəfər bir-biri ilə ər-arvad olanda bir-birinə qol verirlər ki, mən bu canımı səndən sonra özgənin ixtiyarında qoymayacağam. Necə ki, bu sözdə var və boşanmaq istəyir, ya ayrılmaq istəyir, fərq eləməz kişi ya arvad. Ayrılmaq istəyir, ya boşanmaq istəyir. O günəcən xiyanət eləmək haqqıları, yəni xiyanət olar. Sözə xiyanət olar, yox canına yox, onun canıdır, o özü bilər. Amma o sözə xiyanət edir, o evlənəndə bir buna söz veribdi, ya o yaşayanda söz verib ki, mən sənə xiyanət eləməyəcəm. O gün ki, da dedi, mən bunu sındırdım. O gündən azaddır da o adam. Boşandı, içdə ki, boşandın, qutardı da. İnsanlar öz canlarını məsuldurlar. Öz canımı mən neynərəm, özüm bilərəm. Heç kəs mənə deyə bilməz, bu canı sən neynə. Bu can mənimdir. İstərəm, gedərəm, öldürürəm. Allah məndən necə soruşar, özü niyə öldürdün? O başqa bir şey. İndi Kanadada qanun keçirlər. Adamlar çox bəhməriz desələr, çox ağrıları olsa, eləyə bilsinlər, özlərini öldürsünlər. Yavaş-yavaş insan gedir bura ki, desin, ağa, bəzi zamanlarda insan müşkülü pulla həll olmasa, ya işlə həll olmasa, ya köməkliklə həll olmasa, özünü öldürsün. Burada gedir insan. Gedəcəkdir da. Məsələn, qədimdə müsəlmanlarda da var idi. Əgər görsəydi ki, namusu düşür, düşmən əlinə özünü öldürmək halal idi. Bu cür deyil ki, hər yerdə özünü öldürmək haram olsun. O namus dediğin nədir? O mənim iradəmdir. Mənim iradəmdir. Mən bu namusum mənim iradəmdir. Bu iradədə təslim tutmuşam ki, mən filan kəslə yaşayam. Bu yaşamaq zamanında mən bunu ona vermişəm. Mənim namusum onundur. Onun namusu mənimdir. Bunu demişik ki, xiyanət eləməyək. Bunu xərablamayacaq. Bu qolu, bu sözü, yoxsa o canının məhsuludur. O sözü sındırsın, desin ki, mən səndən ayrıldıram, ondan sonra o can onundur. Özü bilər kimlə onu, o canı kimlə şeydir, ona da zina deməzlər. Zina o zamandır ki, buna deyir ki, mən səndən istəmirəm olan, vəli məcbur olirlər qala. İran dövləti, İran qanunu, İslam adına mallalar, adamları məcbur, sən ki, bununla getmirsən, ağ donunla getmirsən, ağ donunla çıxmalısan. Türklərdə bu yox idi, bunlar farslardan gəldi, girdi, nədir oldu, burası girdi. Bizlərdə gəlin qırmızı donunla gedərdi, öləndə ağ donunla çıxardı. Yəni, bunun mənası buydu ki, yəni qız ya eləyə bilsin, rahat boşansın. Və bu İslam dünyasında arvada da və kişiyə də bir icazə verilibdir. Əvvəl evlənəndə deyir ki, inşa eləmək, hökmü inşa eləmək lazımdır. Yəni, nə mənə soruşur ki, bununla evlənirsən, gərək ürəyindən çıxır deyə, əgər onu vuralar, qorxudalar, birini əsir tutalar, pulun olacaqdır, puldan ötürü, maldan ötürü evlənsə, o zina oradan başlanır əslən. Özü zina eləmir. Əgər bunu dədənənə məcbur elirsə birindən evlənsin zorla, günah o dədənənə bu uşağı satır zinaya. Zinaya verir. Mən bəzi adamlar özüm tanıram ki, bunlar dədənə bunları zinaya veriblər. Yəni, sevmir, istəmir bundan evlənsin. Niyə buna zoru verirsən? Ya fərq eləməz, qız ya oğlan, fərq eləməz dedim, hər ikisi də bu vardı. Dədənənə onları zinaya salıbdı. Onların yaşamları zinadır. Onlar azaddılar ki, öz bədənlərindən istədikləri vəziyyətdə yaşayırlar. Əlbəttə, ən ağıllısı budur ki, danışarlar. Sənlə məni məcbur ediblər yaşayaq. Biz bir səqf altında yaşayacaq, amma hər kəsin özünə getsin, sən get öz var.
ər tap, mən də gedim özümə arvad tapam. Sonra da ayrılaq. Ən ağıllısı budur. Evlənəndən sonra ayrılaq. Sən get onunla yaşa, mən də bununla gedim yaşayım. Və gizlidə olmasın, ələni olsun. Yəni sən get ondan boşanaq, rahat, ağıllı. Burada nə mən verim, nə sən al. Nə mən bir mal verim, nə də sən bir mal al. Amma indi mütəəssifانə İranda elə eləyiblər ki, insanlar maldan ötürü evlənirlər. Sonra evlənəndən sonra da boşanmır. İlla ki, o malı gərək mənə verəsən. Hətta biri də gördüm, əcibdir. Mən bunu Təbrizdə yaşarkən gördüm. Deyir ki, məsələn, mən səninlə evlənəm bu şərtlə ki, əli salasan mənim kəbinimə ki, əgər məni boşasan, əli kəsəcək. Bax, bu qədər namərd. Niyə? Yəni, sən fikir edirsən ki, hər nə iş görsən, mən səni boşa bilməyim? Ya mənim səndən xoşum gəlmədi, səni boşa bilməyim? Xoşum gəlmədi, hər dəlildən də olar, əsən xoşum gəlmədi. Bir ayrısından xoşum gəldi, dedim ki, gedirim onunla yaşayım, səndən yaşamıram. Bu qədər, bunlar cinayətdirlər. İnsanlar öz canlarının sahibidirlər. Biz bunu rəsmiyyətə tanımırıq. Hər halda şərəfi məna eləyirdi. Şərəf nədir? Çox gözəl mənaları var, amma saat 2 saatdan çoxdur ki, 2 saat 16 dəqiqədir ki, bu kitabda məşğuluq. Gedim səhifə 100-ə. 100-dən də bir səhifə oxuyayım. 100, tamam. Bu səhifə 100. İstiqamətlü mərabi bu qədər. İstiqamətlü mərabi, yəni nə mənə? Tərabi. Bu qədər. Xain istərsən əgər pək çoxdur. Ha, şöyle buradan başlanır. O üstdəkini ötürək geçsin. Xain istərsən əgər pək çoxdur. Xain çoxdur. Əkməyə verdücünü həp yiyələr. Əkməcə verdücünü, zəhmət çəkdiyini həp yiyərlər xainlər. Həpirlər. Həpirlər. Bu söz taza həpəl o həpu eləmək şayət mənisi nədir? Həpirlər. Mən bunu iştibah oxudum. Əkməcə verdücünü həpirlər. Misal təpirlər məsələn, nə bilim. Gəlmədi, vermədi Mola birlər. Mevla birlər. Bu sənə bəlkə gəlir deyə əkər. Bu sənə bəlkə gəlir deyə əkər. Toxmu versən anı dəxi yenələr. Toxum yazıb əlbəttə, mən bunu iştibah oxudum. Toxum versən anı daxi yerlər. Rüb'i girməz aluga andu gölük. Bunu başlapadım. Rüb'i 4'ten 1 ihtimalen. Rüb'i girməz aluna andun gələk. Andunun. Rüb'i girməz alınca akdugün aldunun. Rüb'i girməz alına andunun. Qəmini yersən əmən çəkdügünün. Əmək çəkdügün. Qəmini yersən, yesen. Qəmini yesen, əmək çəkdügün. Qərz nami ilə yerlər malın. Qərz nami, qərz almaq, borc almaq, qərz nami ilə yerlər malın. Xəyanətlər belədir. Qəmə həzmin ki edərlər yalın. Qəmə həzmən. Qəmə xərmən ki edərlər yalın. Çips edersen bulmazsın alacak.
Haps edersen. Haps edersin, bulamazsan alacak. Sana hadsit cederer kalacak. Sana hasit cederer qalacaq. Bu səfəni oxuya bilmədim dostlar. Əslində yorulmuşam ehtimalən, ondan dolayıdır. Gedim axir səhvəyə başvurum və qutaraq. Çox gözəl kitabdır. Nəsihətnamələri, xüsusən mən o şərəf bəhsin və burada xəyanət bəhsin, əgər əvvəldən oxusaydıq, nəzərimə gəlir ki, çox böyük bizə dərs olardı. Çünki biz şərəfin indi mənasını bilmirik. Şərəf nədir? Hamıya deyir ki, şərəflisən, şərəfsizdir, bişərəfdir. Bunun mənası nədir? Şərəf üçün. Bunun mənası nədir? Bunu bilmirəm. Deyir ki, köhnə geydirməyəsin xuddamə. Nökərləri var. Hətta nökərin olsa, işləyəni xuddam, xidmət kəlməsi buradan gəlir da, xidmət. Köhnə geydirməyəsin xuddamə. Paymal saqla olmayasın. Paymal saqla olmayasın. Tənegah uqala olmayasın. Bulmiyə təninə məhəl kimsə sana. Bulmiyə tənə məhəl kimsə sənə. Demiyə kimsə bu düşməndi ana. Demiyə kimsə bu düşməndi ana. Eyləsin küşki hərfi tərəb. Burada bir şey yazıb oxuya bilmirəm. Eyləməsin. Burada bir də mim var da. Alməsin. Almasın küşki kül hərfi tərəb. Olmasın küşk səbəb xəndə-i ləb. Olmasın küşk səbəb xəndə-i ləb. Hər şəbün qədr olə, hər ruzun id. Hər şəbün qədr olə, hər ruzun id. Sorəsən dövlət eylə ömrü məzid. Sürəsin, sürmək. Sürmək, aparmaq. Sürmək də bundandır. Kişidən. Sürmək, sürəsən, yəni, məsələn, maşını sürəsən. Aparasan da, yəni aparasan. Sürəsən, atı sürürsən, eşkəyi sürürsən. Bir şeyi, amma nəyi sürürsən, bir ayrı bir şey. Özü, bu fe'l mütəəddidir. Yəni, özünün içində olan bir iş deyil. Bunu bir ayrı şeyin üstündə aparırsan. Nə mənədir? Ömrü. Ömrü sürürsən, sürəsən. Sürəsin dövlət ilə ömrü məzid. Məzid izafə. Çün Əbulxeyr qutuldi namun. Qoyuldu ehtimalən gəlir oxula. Çün Əbulxeyr qoyuldu namın. Çün anamın Əbulxeyr oldu. Xeyr edə Həzrəti Haqq əncamın. Xeyr edə Həzrət Haqq əncamın səni 1163 Rəbiül əvvəlin 24 günü zöhr tamam oldu, itmam şud. Pəs çox gözəl axirdə tarix yazıbdır. 1163 sənəsi, səni 1363 Rəbiül əvvəlin 24 günü zöhr itmam şud. İtmam ərəbcədir, şud da ehtimalən türkü olacaqdır. Hətmən türkü olacaqdır. Biz bunu farsıya adət eləmişik. Şud, qoy gedək şey görək bunu lüğətnaməsində nədir o? Dehxuda. Dehxuda. Lüğətnamə dehxuda. Görək ki, burada əgər tapa bilsək dehxuda. Yox, bu deyil. Bu ayrı bir şeydir. Lüğətnamə dehxuda.
دانشگاه تهران qoyub əgər qoysa bu de xuda şud nədir? Görək ki, de xuda şud nə yazıbdır. Lüğətnamə de xuda şud şəddəndir. Əvvəl şud deyil, şəddir. Fiil مخفف شود یادداشت مؤلف البته مؤلف و در تمامی شواهد ذیل شد شد مخفف شود آمده است از یادداشت به دهخدا و شهریار را بخواند و به خانه آن در همی داشت و به خلق ننمودی چه تا بزرگ شد شد دی پس شود شد بهرام چوبینه و خیشتن را شهریار نخواندی ترجمه تا پیر نشد مرد نداند خطر عمر تا مانده نشد مرغ نداند خطر بال شعر احتمالاً تا پیر نشد مرد نداند خطر عمر تا مانده نشد مرغ نداند خطر بال احتمالاً شعر کسایی به بازوش بربستم این اسم bunu yazmayıb görək şad شد مصدر دراز کشیدگی آواز و حرف ناظم الاطباء به اصلاح نغمه روان و مطربان آنچه نغمه را بلند کنند و پست کنند تا وقتی که موافق مدعا راست شود اول جرب bu yazı hançı dillə şad دویدن بالا آمدن آتش زور و قوت yazmayıbdı ki bunu yəni görmüyor amma mənə gəlişi bunun kökü Türkçe olacaqdı şad İndi bildir ki o şud deyil də şəddir. Hələ eləyiblər. Əlbəttə türkü ahənginə bənzər. Çünki şəd olanda ağır olur. O ahəngə görə şud eləmək olar. Yəni o ola bilər. Ahənginə görə, türk dilinin qaidəsi üçün şud yazmaq olar. Fars dili olanda olmaz. Tamam dostlar, bu günləri 2 saat 27 dəqiqəlik oldu. Yetər məncə. Çox gözəl Türkçe kitab. Mən ləzzət apardım. Biraz uzun çəkdiyi üçün bəlkə yoruldum. Bir də ki konkaşın deyirlər. O təsadüfdən sonra bu beynim ki içəridə zərbə görübdü. Onun davası var, vitamini var. O vitamini yeməz. İndi bir 2 həftədir yemirəm. Beləsi tez yoruluram. O da ondandır. Hər halda sizə xeyirli gün axtarıram. Allaha şükür olsun ki bu günləri bizə nəsib elədi. Bu cür bir gözəl kitab oxuduq. Türkçəsi çox önəmlidir. Bunun içində olan mətləblər əlbəttə çox önəmlidir. Məsələn, şərəf məsələsində, bəzi məsələlərdə çox ittilaat verdi əlbəttə. Biz bunların çoxunu bilmirik. Yəni mən bilmirəm. Bəlkə dostlar bilirlər. Mən o cəsarət heç kəsə eləmirəm. Mən özümün haqqında danışıram. Sağ qalın.